Salam, hörmətli müəllimlər, hər birinizi salamlayıram. Hər birinizə bugünkü təlimdə uğurlar arzulayıram və iştirakınıza görə təşəkkür edirəm. Çox sağ olun ki, bugünkü dəyərli vaxtınızı belə deyək, öyrənməyə həsr etmisiniz, sərf edirsiniz. Bugün belə düşünürəm ki, qarşılıqlı biliklərimizi mübadilə etmək, təcrübələrimizin mübadiləsi sayəsində ən azından bu təlimdə nələrsə öyrənəcəyik. Təlimimizin vaxtı haqqında məlumat qeyd edeyim ki, təlimimizin müddəti 2 saat olacaq. Mikrofonlar, belə deyək, təlimin gedişatına uyğun olaraq Şəbnəm xanım tərəfindən açılıb bağlanacaq. Yəni sizin hansısa bir fikriniz, sualınız olduqda chat bölməsinə xahiş edirəm, qeyd eləyin. Biz çalışacağıq ki, chat bölməsinə gələn hər bir sualı yetərincə cavablandıraq. Qalan digər hallarda isə hansı ki bizim açıq mikrofon mərhələmiz var. Həmin mərhələdə biz mikrofonları açıq qoyacaq və sizin fikirlərinizi alacaq. Və mən düşünürəm ki, artıq müəllimləri kifayət qədər gözlədik. Qalan müəllimlər də yavaş-yavaş gəldikcə təlimə qoşula bilərlər. Hal-hazırda yəqin ki, hər kəs mənim səsimi eşidir də, düzdür? Səsim eşidilir müəllimlər? Bir müəllim qeyd eləsə kifayət eləyir, bir nəfər qeyd eləsə kifayət eləyir. Bəli, Sona xanım. Səsiniz aydın gəlir. Oldu, çox sağ olun. Gəlin beləliklə mövzumuza biz yavaş-yavaş başlayalım, digər müəllimlər də qoşularlar. Bizim bugünkü mövzumuz motivasiyadır. Ümumiyyətlə qeyd edim ki, mən özümü əvvəlcədən təqdim etmədim. Qısaca deyim ki, özüm rəqəmsal bacarıqlar layihəsi tətbiq olunandan bu günədək rəqəmsal bacarıqlar layihəsində təlimçiyəm. Həmçinin əməkdaşıyam rəqəmsal bacarıqların. Özüm bundan əlavə təlimimdə olan müəllimlər artıq məni tanıyırlar, belə deyək, onlarla çoxdan tanışıq. Digər təlimlərdə də innovativ təlim texnologiyaları üzrə, fəal təlim üzrə bir neçə il bundan əvvəl də təlimçi kimi fəaliyyət göstərmişəm. Mövzumuz bugün motivasiya olacaq. Düşünürəm ki, motivasiya özü çox maraqlı bir mövzudur. Bugün təlimə qoşulan müəllimlərin də sözsüz ki, motivasiyası olduğu üçün hal-hazırda qoşulubdur. Biz motivasiyanı təkcə daxili istək olaraq deyil, xarici belə deyək, qüvvədən də asılı olduğunu görəcəyik. Gəlin başlayaq. Nələri müzakirə edəcəyik? Motivasiya nədir? Uşaqların motivasiyası və ehtiyacları, onların yaşı, xarici və daxili amillər arasındakı əlaqə, şagirdin motivasiyası prosesində müəllimin rolu, yəni şagird-müəllim münasibətləri və valideyn-müəllim münasibətinin də rolu motivasiyada önəmlidir, şagirdin motivasiyasında. Xüsusi hallarda motivasiya üsullarını tətbiq etmək. Yəni, hansı hallarda motivasiyanı hansı üsullarla, belə deyək, biz artıra bilərik. Bugünkü, belə deyək də, günümüz, bu 2 saatımız burada qeyd edildiyi kimi full, yəni tam olaraq pozitiv keçəcək. Motivasiya ilk öncə gəlin baxaq ki, nədir? Motivasiya nədir? Ümumiyyətlə, belə deyim, fikirlərinizi yaza bilərsiniz. Motivasiya nədir? Yəni, chat bölməsində qeyd edə bilərsiniz ki, biraz mühazirə kimi alınmasın, interaktiv olsun ki, mən sizin fikirlərinizi alım və öz fikirlərimi də sizinlə bölüşüm. Motivasiya sizə görə nədir? Yəni, chat bölməsində qeyd edə bilərsiniz. Yəni, ola bilər siz motivasiyanı daha yaxşı bələdsiniz, daha yaxşı yanaşmalarınız var, üsullarınız var. Aha, Nərmin müəllimə qeyd elədim, motivasiya ruhlandırmaqdır, həvəsləndirməkdir. Xəyalə müəllimə yazıb şagirdi dərsə cəlb etməkdir. Nacilə müəllimə həvəsləndirmə, maraqlandırma, İradə müəllimə qeyd edib. Aha, belə düşünürəm ki, müəllimlərin hamısı artıq bu maraqlandırma, həvəsləndirmə, çünki biz fəal təlimdən dərsin mərhələsi motivasiya mərhələsi olduğuna görə biz bunu ən çox həvəsləndirmə, maraq oyatma, dərsin adını yönətmə kimi artıq hamımız bilirik. Aha, diqqət cəlb etmək, real həyatla əlaqə yaratmaq deməkdir məncə. İnsanın işə daha maraqını artırmaq üçün xüsusi metodlar, aha, real həyatla yaratmaq deməkdir. Məncə həyatla əlaqələndirib uşaqları ruhlandırmaq. Aha, dərsə maraq oyatmaq, dərs öncəsi, mövzu öncə fikri mübadiləsi, yönləndirmə, maraq oyatma və həvəsləndirmə.
Bəli, motivasiya sizin də dediyiniz kimi, yəni bütün müəllimlərin fikrinə mən də qoşularaq qeyd edirəm ki, maraq oyatma, həvəsləndirmə, bunlar hamısı nədir? Bunlar hərəkətə gətirməkdir, yəni aktivləşdiririk. Biz dərsin əvvəlində yüksək əhval-ruhiyyə ilə qoşulmasaq, şagirdləri həvəsləndirməsək, yəni onlar dərsin sonuna kimi elə belə deyək də yata-yata gedəcəklər. İnsanın hər hansı bir fəaliyyətlə öz ehtiyaclarını ödəmək qabiliyyəti. Yəni insan öz ehtiyaclarını ödəməkdən ötürü, yəni fəaliyyət göstərməlidir. Hansı uşaq məsələn yarışa hazırlaşır, onun ehtiyacı var ki, əlavə biliklər öyrənsin. Əlavə biliklər öyrənməkdən ötürü, ümumiyyətlə yarışa qoşulmaqdan ötürü müəllim onda motivasiya yaratmalıdır. Yəni onun ehtiyaclarını başa düşməlidir ki, bu ehtiyaclarını ödəməkdən ötürü nələri əldə etməlidir, hansı bilikləri öyrənməlidir. İnsanın davranışını idarə edən, onun təşkilinini, istiqamətini, sabitliyini, fəaliyyətini müəyyən edən dinamik psixofizioloji prosesdir. Bu nə deməkdir? Yəni motivasiya, belə deyək də, belə bir dənə başlanğıcda maraq oyatdım, bitdi demək deyil. Motivasiya davamlı olaraq inkişaf etdirilməlidir. Çünki mənim belə deyək, marağımı oyatdılar ki, mövzumuz bugün motivasiyadır. Başlanğıcda biraz bildiklərimi dedim, həvəsləndim. Amma sonda belə deyək də, görsəm ki, orada məni Esmira müəllimənin qeyd elədiyi kimi stimullaşdıran bir vəziyyət yoxdur. Mənim orada belə deyək də nəticə əldə edəcəyim məqsədim yoxdursa, mənim üçün biraz maraqsız olacaq. Artıq davamlı inkişaf etməyəcəm. Və yaxud da mövzunu şagird görsə ki, orada özünü tapa bilmir, orada onun inkişafı yoxdur. Çox da ki, başlanğıcda marağı oyanmışdı, həvəsi oyanmışdı mövzunun adına. Amma getdikcə onu görəcək ki, onu inkişaf etdirən bir şey yoxdur, maraqlarına uyğun bir şey yoxdur, həvəsdən düşə bilər. Yəni bu da nədir? Motivasiya nəyisə istəməyə vadar edən hərəkət verici qüvvədir. Belə deyək, anlayışdır. Gəlirik, nə üçün motivasiya bu qədər əhəmiyyətlidir? Ümumiyyətlə, motivasiyanın əhəmiyyəti ondan ibarətdir ki, motivasiya ümumiyyətlə 19-cu əsrin sonlarından bu anlayış belə deyək də inkişaf etdirilməyə başladı, üzərinə düşünməyə başladı, xüsusilə də psixologiya sahəsində. Nəyə görə bunun üzərinə düşüldü? Çünki belə deyək, bütün sahələrdə motivasiya önəmlidir. Tək biz hal-hazırda tədris sahəsinin önəmli götürmürük. Motivasiya iş sahəsində də, evdə də, nə bilim, kiçik bir hansısa bir fəaliyyətə görə də motivasiyanın olması çox önəmlidir. Biz ancaq məsələn tədrislə onu bağlamağı biz indi işimizə görə tədrislə bağlayırıq. Amma belə götürəndə motivasiya bütün sahələrdə mütləq yüksək olmalıdır. Əgər motivasiya bir belə deyək, mühitdə varsa, o davamlı olacaq, davamlı olarsa inkişaf etdirəcək və qoyulan məqsədlərə də asanlıqla nail olunacaq. Yəni motivasiyanı qoymaqda, ümumiyyətlə motivasiyanın olmasında məqsəd sonda hansısa istədiyimiz nəticəni əldə etməkdir. Gəlin bizim yanaşmamız olacaq təhsil sahəsində olan motivasiya ilə bağlı. Əhəmiyyəti nədən ibarətdir? Motivasiya mövzuya marağın olması ilə birbaşa əlaqəlidir. Bəli, məsələn, əgər uşaq mövzunun adına, belə deyək də, mövzu onda maraq oyadacaqsa, o, belə deyək, dərsin bütün gedişatına yavaş-yavaş, belə deyək də, yönlənəcək. Ən marağı olmayan şagird belə müəllim başlanğıcda həvəsləndirdikdə, yəqin ki, bütün müəllimlər mənim bu fikrimlə razı olar, öz təcrübələrimizdən götürsək, başlanğıcda mövzunun adını elan edəndə, əgər uşaqlar üçün maraqlıdırsa, belə deyək də, başlayacaqlar dərsə həvəslə yanaşmağa, öz bildikləri yöndən cavablandırmağa. Yox, mövzuya maraq oyada bilmədiksə, onunla bağlı hansısa bir uşaqda həvəs oyada bilmədiksə, elə başlanğıcdan dərsə marağı olmayacaq. Yüksək motivasiya şagirdə özünə və öz qabiliyyətinə inanmağa, uğur qazanmağa kömək edir. Sözsüz, yəni biz motivasiyanı bayaq da dediyimiz kimi həvəsləndirir, hərəkətə gətirici qüvvədir. Müsbət motivasiya yaradıcı, kognitiv fəaliyyətin inkişafına təsir edir və müvəffəqiyyətə yönəlməyə, öyrənməyə kömək edir. Motivasiyanı belə deyək, biz hal-hazırda anlayış kimi qısaca belə deyək, ona toxunduq.
qoşulduq. İndi isə biz motivasiyanın növləri ilə tanış olacaq. Ümumiyyətlə, motivasiyanın hansı növlərini tanıyırsınız müəllimlər? Ümumiyyətlə, hansı motivasiya növləri, elə hal-hazırda, məsələn, sizə hansı motivasiya növü təsir edib ki, təlimə qoşulmusunuz? Maraqlıdır, mənim özüm üçün də yaza bilərsiniz. Yəni, motivasiyanın hansı növlərini bilirsiniz? Sizin özünüzə hansı motivasiya daha çox təsir edir? Bu haqda da yaza bilərsiniz chat bölməsində. Könül müəllimə, məktəb qeydiyyat prosesi ilə bağlı link var idi elanda. Yəqin ki, oradan qeydiyyatdan keçmisiniz. Həmin linkdən qeydiyyatdan keçməyənlər sertifikat ala bilməyəcəklər. Ona görə xahiş edirəm, mütləq oradan qeydiyyatdan keçin. Burada ad, soyad yazmağa da ehtiyac yoxdur. Sadəcə həmin linkdən qeydiyyatdan keçin. Günlarə müəllimə yazıb müsbət motivasiya. Gültac müəllimə yazıb, Venn diaqramı, beyin həmləsi, anlayışın çıxarılması üsullarından istifadə etmişəm. Bunlar Gültac müəllimə sizin qeyd etdiyiniz təlim üsullarıdır. Bəli, siz motivasiyanı artırmaqdan ötürü bunlardan istifadə etmişsiniz. Öyrənə biləcəyim yeni bir şey motivasiya edir məni. Əla, bunu hansı müəllim yazıb? Gönçə müəllimə yazıb. Aysel müəllimə yazıb, daxili və xarici motivasiya. Günləri müəllimə sosial motivasiya yazıb. Video görüntü motivasiya Fatimə müəllimə yazıb. Gəlin baxaq motivasiyanın növlərinə. Motivasiyanın ümumiyyətlə Esmira müəllimə yazıb inkişaf etdirici. Hekayə, video, illüstrasiyadan istifadə etmişəm. Sübhanə müəllimə yazıb. Psixoloji, Rəsmiyə Əliyeva. Nə yaxşı, bugün hiss etdiyim qədərindən aktiv müəllimlərimizdir. Yəni, həqiqətən də uşaqların üzərində işləməyi sevən müəllimlərdir. Xanım müəllimə yazıb, mükafatlandırma, motivləndirmə, tələbat, ehtiyac. Qoşulmağa səbəb. Bu kimdir? Bu müəllimənin adı düşməyib. Tam qoşulmağa səbəb motivasiya işə şagirdlərdə maraq oyatmaq həvəsidir. Əla. Kognitiv biliyə çatmaq Günları müəllimə yazıb. Vizual motivasiya, gündəlik ehtiyac motivasiyası. Gəlin biraz da biz slaydlarımız əsasında, belə deyək, dəqiqləşdirək, motivasiyanın konkret olaraq hansı növləri var. Motivasiya ümumiyyətlə həm xarici motivlərdən, həm də daxili motivlərdən çox asılıdır. Xarici motivdən asılı olduqda, Almaz müəllimənin yazısını da oxuyum. Hər dərsdə müxtəlif motivasiyadan istifadə etmək olur, mükafatlandırmaq, tərifləmək və s. Bəli. Sadəcə biz o motivasiyanın növünə uyğun olaraq tətbiq etdikcə daha çox uğur nəticə əldə edəcəyik. Deməli, mən qeyd elədiyim kimi xarici motivasiya var, bir də var daxili motivasiya. Orada müəllimlər arasında Aysel müəllimə bunu qeyd etmişdi. Xarici motivasiya nədən kənar, belə deyək də, motivlərdən asılı olaraq, belə deyək, təsir edir. Daxili isə daxildən gələrək. Amma biz hər bir daxili və yaxud da xarici motivasiyanı müsbət və yaxud da müsbət hesab edə bilmərik. Çünki motivasiyanın bundan əlavə həm müsbət, həm də mənfi növləri var. Daxili motivasiya özü də müsbət, mənfi ola bilər. Həmçinin xarici motivasiya özü də həm müsbət və mənfi olar. Gəlin bunun tərəflərinə baxaq. Müsbət tərəfi, müsbət məsələn motivasiya, uğur üçün təriflənir və həvəsləndirilir. Bu müsbətdir. Uğur əldə edəcək, sonda həvəslənir həm də. Mənfi motivasiya danlanacaq və yaxud da cəza alacaq. Bu da mənfi motivasiyadır. Amma mənfi motivasiyanın qeydiyyat linkini paylaşacaqlar sonda İlqar müəllim. Qeyd edeyim ki, müsbət motivasiya həmişə müsbət motivasiya olmur. Və yaxud da həmişə mənfi motivasiya ilə irəli getmək olmaz. Mənfi motivasiya ümumiyyətlə belə deyim də şagirdin fəaliyyətini ümumiyyətlə dayandıra bilər. Onu həvəsdən sala bilər və yaxud özünə inamını itirə bilər və s. Bu tək bizim dərs dediyimiz şagirdlərdə deyil, bizim özümüzdən götürən gəlin. Yəni, bir müəllim olaraq keçmişdə sizin hansısa bir sahəyə marağınız olub, amma sizə mənfi motivasiya sayəsində ondan uzaqlaşmışsınızmı? Belə bir hal olub ümumiyyətlə sizdə.
Biz xahiş edərik Şəbnəm xanımdan qeydiyyat linkini atar bura. Göndərər İlqar müəllim. Yəni olubmu ki, sizin həyatınızda belə bir hal, yəni sizin motivasiyanız olub başqa bir yerə, amma sizə belə deyək də mənfi motivlər sayəsində siz onu dəyişərək öz fikrinizdən yaymısınız. Bəlkə də həmin sahədə olsaydınız daha çox inkişaf edərdiniz. Nərmin müəllim qeyd edib. Yox, mən ancaq özümü motivə edirəm. Əla, bu superdir. Çünki insan özünü motivə edəndə daha çox inkişaf eləyir. Başqa, yəni müəllimlərdən istərdim fikirlərini yazsınlar. Yəni olubmu ki? Sübhanə müəllimə qeyd edib. Mən sevmədiyim müəllimin dərsini sevsəm də oxumadım. Salam Əfsanə müəllimə. Olub, amma fikrimdən dönməmişəm. Əla, bu daxili motivasiya olub sizdə. Məndə xaricdən gələn mənfiləri almıram, amma öz mütləq motivasiyanı ötürməyi sevirəm. Bəli, düşünürəm, hər kəsdə olub, amma mən daha çox öz ürəyimdən gələn kimi davranmışam. Əla. Hiss olunur ki, burada hamısı, yəni həqiqətən özlərində işləyənlərdir və iradələri güclüdür. Orta məktəb dövründə Azərbaycan dili müəllimi həvəsdən saldığına görə Azərbaycan dili ədəbiyyatı və müəllimliyi ixtisasına yiyələnmək belə istəmədim. Hətta ixtisas seçimi zamanı qeyd etməmişdim. Hər hadisədə yaxşını görməyi axtarım, özümü yaxşıya doğru çalışdıram. Məktəb dövründə valideynlərimin təsiri olub, amma indi özümü motivə edirəm. Bunu Arzu müəllimə qeyd edib. Mən sevib gəlmişəm bu sənəti. Əla. Uşaq ədəbiyyat dərsində belə oldu. Son nəticə özünü doğrulub əla qiymət aldım. Əla. Yəni qeyd etdiyim kimi görürsünüz, bizim həyatımızda hətta o mənfi motivasiyaların və yaxud da müsbətlərin hələ də özünü saxlayıb, mən müəllimimdən ilhamlanmışamsa da ibtidai sinif. Əla. Yəni bizim motivasiya həyatımızda rolu olubdur. Görürsünüz, məsələn, müəllimlərdən hansı idi qeyd eləmişik, Azərbaycan dili ixtisasını belə seçməyibdir. Bəli, məndə də olub. Riyaziyyat müəllimimi heç sevmirdim, amma fənni çox sevdim. Belə hallar da olur. Xoşbəxt müəllimə qeyd, mən də öz üzərində işləməyə çalışırım. Heç kimə fikir vermirdim. Əla. Əlbəttə, böyük rolu var. Könül müəllimə qeyd edib, mən özümü motivə edə bilirəm. Mənim informatika müəllimi olmağımdan siz motivasiya olmuşsunuz. Bu kimdir belə? Yəqin tələbələrimizdən. Aysel Maylova. Aysel müəllimə. Xoş gördük. Tələbələrimіздəndir. Mənim, öyrənməyi və öyrətməyi sevdiyim üçün müəllimliyi seçmişəm. Bizə dərs demisiz, bəli, əla. Şad oldum Aysel müəllim, bugün sizinlə qarşılaşmağa. Deməli, davam eləyirik. Bəli, bizim həyatımızda olan insanların, yəni motivasiyasının rolu böyükdür. Yəni, onlar bizə mənfi və yaxud da müsbət təsir edə bilərlər. Gəlin motivasiyaya nələr aid ola bilər, onlara baxalım. Motivasiyaya aid ola bilər, deməli, mənfi daxili, mənfi xarici, müsbət daxili, müsbət xarici. Mənfi daxili motivasiya nədir? Mən istəyirəm, etməsəm pis olacaq. Yəni, istəyir, məsələn, hansı bir işi görmək istəmirik, amma utanırıq ki, bunu etməsəm pis olar və yaxud da cəza alaram. Yəni, uşaq vaxtı olur, yəni, tapşırığı yerinə yetirmirik, etmək də istəmirik. Nə edirik? Başlayırıq ondan bundan kimsə uşaqları məsələn nəzərdə tuturam. Başlayırlar köçürməyə ki, həm utanmasınlar, birdən 2 alarlar və s. Bu nədir? Bu mənfi daxili. Həm utanırlar, həm də cəza almaqdan qorxurlar ki, yəni müəllim bunları tənqid edir, nəsə olar, utanmaq hissindən. Mənfi xarici isə müəllim tərəfindən məsələn danlanır, cəzalandırılır. Bu xaricdən bizim göstərdiyimiz. Bir var özü utanıb, tapşırığı nəyisə yerinə yetirər. Bir də var, müəllim danlayır, müəllimin danlamağı sayəsində götürür, köçürdür hardansa. Müəllim cəzalandırır, onun sayəsində edir. Bunlar nədir? Mənfi daxili, mənfi xarici motivasiyadır. Müsbət daxili və müsbət xarici motivasiya isə bunlar hər ikisi, belə deyək, yaxşı inkişaf etdiricidir, amma bunlar arasında da biraz, belə deyək də, daha yaxşı olanı fərqli, ümumiyyətlə bunların da fərqi var. Deməli, müsbət daxili motivasiyada mən istəyirəm, bunu etsəm əla olacaq. Məsələn, bayaq
qeyd etdiyiniz kimi müəllimi sevməyib, amma onun fənnini sevənlər olub ki, o fənnini sevdikləri üçün onu gediblər, uğur əldə ediblər. Amma müəllimi sevmirlər. Nəyə görə? Burada artıq daxili motivasiya özünü göstərir. Yəni özü istəyir, özünü inkişaf elətdirmək istəyir buna görə. Və yaxud da bu sənətin yiyəsi olmaq istəyir, ona görə özünü inkişaf etdirir. Özü ilə, işi ilə fəxr etmək, inkişaf etmək, əhəmiyyətli olduğunu hiss etmək. Yəni hal-hazırda belə deyək, mən bunun gənc müəllimlərdə hiss edirəm təlimlərdə. Yəni çox sevinirəm ki, belə bir yəni hiss müəllimləri var. Gənc müəllimlər özlərini çox inkişaf etdirmək istəyirlər. Məsələn, mən təlimlərdə görürəm, yaxınlaşırlar, sual verirlər ki, məsələn, necə eləyə bilər ki, biz belə deyək, tanınaq, inkişaf eləyək, hansısa bir layihələrdə uğur qazanaq. Yəni özlərində işləmək istəyir. Amma müəyyən dövr olur ki, belə deyək, indi ona toxunacaq biz yaş motivasiyası ilə bağlı. Artıq o müəllimlərdə belə deyək, inkişaf etmə hissi biraz azalır. Sosial motivlər özünü göstərməyə başlayır. Hansı ki, onlara biz yaş motivasiyasına toxunanda qeyd edəcəm. Müsbət xarici motivasiya nədir? Kimsə tərifləyəcək, mükafat verəcək, sertifikat. Məsələn, olur ki, təlimə gəlirlər və soruşurlar. Sonda sertifikat var, yəni təlim başlamamış, artıq sertifikatı soruşurlar. Burada nədir? Bu müsbətdir, təlimə gəlib, öyrənəcək orada nə isə. Amma nəydən asılıdır? Xarici motivasiyadan asılıdır. Məsələn, orada mövzunun onun üçün elə bir fərqi olmayacaq, mövzu nə olacaq. Amma onu maraqlandıran nədir? Orada sonda nəsə əldə edəcək. Bu nədir? Müsbətdir, xaricidir. Gəlin bunların belə deyək də, hansı davamlı, hansı davamsız olacaq? Müsbət xarici, belə deyək, müəyyən müddətdən sonra davamsız olur. Çünki bir-iki nailiyyət əldə etdikdən sonra, tutalım ki, bəlkə də özünüzdə olanlar olub, hansısa bir işdə getmişsiniz, xarici motivasiyadan asılı olub, uğur əldə etmişsiniz, qazanmışsınız nəysə, amma müəyyən müddətdən sonra deyirsiniz, həvəsim öldü ona, həvəsim yoxdur. Bu nədir? Deməli, bu xarici motivasiyadan asılı idi. Siz orada sonda nəyisə əldə etdiniz, belə deyək, bir ara müəllimlər üçün müsabiqələr keçirilirdi, ilin müəllimi, ən yaxşı müəllim müsabiqəsi və s. Müəllimlərdə belə bir şey var, çox həvəslə təlimlərə qoşulurlar, özlərini inkişaf etdirirdilər, belə deyək, bütün sertifikatlar, hər şeyi toplayırlar. Nəyə görə? İndi burada ilin müəllimlərindən olanlar var yəqin ki, mənim də bu fikirlə razıdırlar. Və sonda ilin müəllimi olduqdan sonra, o statusu qazandıqdan sonra bir dövr gəlirdi, passivləşmə dövrü gəlirdi. Onlar artıq belə deyək, o həvəsi davam elətdirmirdilər. Nəyə görə idi həvəs? Çünki sonda yekun nəticə məqsədlərinə nail oldular, söndü. Əgər varsa burada həmin müəllimlərdən xahiş edirəm qeyd etsinlər. Məncə xoşbəxt müəllimə, bilmirəm ilin müəllimi olub yoxsa, əgər varsa burada müəllimlərdən qeyd etsinlər. Amma daxili olanda, yəni daim inkişaf etmək istəyən olanda, artıq o son nəticəni əldə etsə də belə, məsələn, deyək ki, diplomu aldı, sertifikatı aldı, o davam eləyir. Yəni, özünü inkişaf elətdirmək istəyir. Son texnologiya nədir, öyrənmək istəyir. Son yeniliklər nədir, hansı yeni üsul var. Bunlar nədir? Bu, müsbət daxili motivasiyadır. Motivasiyaya müsbət və mənfi təsir edən amillərlə gəlin tanış olağın. Uşağın motivasiyasını nə aşağı sala bilər? Deməli, dərs aydın olmayanda, darıxdırıcı olanda, yəni bu sözsüz ki, uşağın belə deyək, motivasiyasını aşağı salır. Monoton dərslər, belə deyək, dialoq əvəzinə müəllim mühazir, aydın olmayan izahlar. Gəlin, belə deyək də, yaza bilər, fikirlərinizi siz yazın, yəni chat bölməsinə hərdən olduqca, mən çünki oxuyacağım sizinlə. Fatma müəllimə yazıb ki, mənim ətrafımda xarici müsbət motivasiya ancaq və ancaq özümün daxili müsbət motivasiyam ilə yüksəlişdən sonra başlayıb ki, o da mənə təsir etmir. Çünki mən hər daim inkişaf edib yeni şeylər öyrənməyi sevirəm. Əla Fatma müəllimə. Bu daxili motivasiyadır. Gəlin belə razılaşaq ki, hansısa bir dərsdə biz özümüzdən götürən, gəlin elə müəllimlərdən götürən, təlimlərə qoşuluruq, düzdür? Bəli, Əfsanə müəllimə, sual verməsək, motivasiyanı aşağı. Müəllimi sevməyəndə də məncə olur. Bəli, müəllimi sevməyəndə də olur. Tam razıyam sizinlə. Gəlin elə götürən təlimlərimizdən. Görürük ki, yəni bəzən olur ki, təlimlərin mövzusu üzrə biz
mühazirə kimi onu danışıb getmək olur və yaxud da vaxtı nəzərə aldığımıza görə sürətlə başlayırıq, məsələn, təlimdə fikir almadan getməyə. Həmin vaxt əgər kiminsə, belə deyək də, təlimçinin diqqəti üzərinizdə olmayanda necə olursunuz? Yəni, özünüzdən götürüm, heç şagirdləri qoydum. Ləman müəllimə yazıb, mən şagirdlərimdən motivasiya alıb bircə inkişaf edib yenilik edirik bircə. Əla Ləman müəllimə. Aha. Necə oluruq? Bizə lazım, bizim adicə təlimdə bir dəfə adımızı səsləndirəndə, müəllim bizim fikrimizə önəm verəndə və yaxud da praktik nə isə olanda, tapşırıq veriləndə bizim motivasiyamızı qaldırır. Yəni, bizə hansı bir tapşırıq verəndə, praktik yönümlü olanda, öyrəndiyimizi tətbiq eləmək lazım olduqda, bu bizim üçün necə olur? Həvəsləndirir, motivasiyamızı artırır. Yox, görür, orada danışırlar, bizə belə maraqlı olmayanda mövzu, o artıq, belə deyək də, o dərs istəyir, orada bütün elmi məlumatlar verilsin, bütün nəzəriyyə öyrədilsin. Yəni, bu, belə deyək, o dərs yadda qalmayacaq. Tam ki, bir iclasa qoşulursunuz, bir tədbirə qoşulursunuz. Orada ancaq kimsə çıxır, danışır və belə deyək də, yekunlaşanda hamı 5 dəqiqə, ilk 5 dəqiqə ərzində, əgər mövzu maraqlı olursa, sual-cavab olursa, interaktivlik olursa, siz orada mütləq sona qədər qulaq asa biləcəksiniz, dinləyə biləcəksiniz, iştirak edəcəksiniz. Yox, maraqsız olduqda, amma fikriniz alınmadıqda, sizin diqqətinizi cəlb etmədikdə, sizin motivasiyanız aşağı olacaq. Yəni, praktik dəstək mütləq lazımdır. Burada bir dəqiqə yazılanları mən oxuyum. Aha, Leyla müəllimə yazıb, əlbəttə fikir vermək lazımdır. Fatma müəllimə yazıb, bəli, zaman azlığına görə sürətlə nələrinsə izah olunması məcburiyyəti qarşı tərəfin motivasiyasını salır, ancaq bitməyini gözlər hər kəs. Aha, Fərdə müəllimə yazıb, dərsi tez başa düşə bilən şagirdlər bir neçə dəfə izahdan sonra başa düşən şagirdlər arasında tez başa düşən şagird üçün maraq azalır. Aha, bu da düzdür. Şagirdlərim məndə şagirdlərimi motivasiya edir. Hə, bir-birinizi motivasiya edirsin. Onlardan çox həvəsləndirəm. Uşaqlar elədir ki, daim yeniliklərə qoşulmaq istəyirlər. Onlarla şagird olub yenilənmək çox müsbət ruh verir mənə. Əla. Əks əlaqə olduqda motivasiya daha yaxşı qurulur. Gülbəniz müəllimə qeyd edib. Kimsə tək mühazirə formasında danışanda monotonluq olur. İstərsəməz danışana tam fokuslanmaq olmur. Dinləyicinin fikrinin başqa yerdə qalır və maraqsız olur. Bəli. Şagirdlərin fikrini dinləməliyik ki, o özünü ifadə edə bilsin. Motivasiya maraqlı olanda sinifin hamısı ruhlanır. Bəli, əgər biz girib onlardan belə deyək də, verdiyimiz enerjini onlardan alanda hər şey unuduruq. Nə qədər problemli olsaq da, nə qədər belə deyək, fikrimiz başqa yerdə olsa da, sinifə girəndə əgər o siniflə qarşılıqlı bir-birimizi motivasiya eləyə biliriksə, sizin dediyiniz kimi, o zaman istədiyimiz nəticəni əldə edirik və bütün problemlər yaddan çıxır. Yəqin ki, yəni mən özümdə şəxsən belə oldu. Sinifə girdiyimdə, dərsə başladıqda artıq belə deyək də, hər şey yadımdan çıxır. Sırf köklənirəm həm şagirdləri, onlarla eyni mühitdə belə deyək, elə ailə kimi olur. Müvəqqəti də olsa, siz orada həmin o 45 dəqiqə ərzində çox doğmalaşılırsınız. Uşaqların saf sevgisindən daxili motivasiyamı kökləyib, hər dərsi maraqlı etməyə özümə borc bilirəm. Nigar Vəliyeva yazıb. İsmira müəllimə yazıb, daha çox çətin tapşırıqlar vermək olmaz, diferensial yanaşma da lazım. Bəli. Ləman müəllimə yazıb, müsbət enerji verirlər və alırıq. Əla. Mənfi təsirləri nədir? Təhdidlər, məzəmmətlər, istehza. Tutam ki, hansı uşaq dərsə hazır deyil. Hansı uşaq dərsi öyrənməyibsə, yəni onu təhdid etmək, məzəmmət etmək, istehza ilə ona baxmaq olmaz. Yəni, adətən olur. Yenə dediyim kimi, öz həyatımızda təcrübələrə baxsaq, belə şeylər, belə hallar çox olub. İstəyir məktəb dövründə, istəyir universitet dövründə. Yəni, həmin o təhdidlərdir, istehzadır. Yəni, bizi, belə deyək də, ruhdan sala bilər. Başqaları ilə müqayisə etmək, əlaqə və əks əlaqənin olmaması, uşağın danışmaq imkanının olmaması, şəxsi xüsusiyyətləri nəzərə almaq istəməmək. Bunlar hamısı motivasiyanı aşağı sala bilər. Yəni, bizim özümüzdən götürən, yəni belə deyək, iş yerində bizə müsbət əks əlaqə vermədikdə və yaxud da elə əks əlaqə vermədikdə biz necə oluq? Ruhdan, həvəsdən düşə bilirik.
bir dəfə həvəslə gördüyümüz bir tapşırığı ikinci dəfə edəndə həvəssiz görürük. Əks əlaqə vermənin özünün də belə deyək forması var. Adətən kiməsə hansısa bir nə haqqındasa əks əlaqə deyəndə mənfi tərəflərini başlayırıq birinci. Bunu belə pis elədim, bunu belə elədim, belə. Amma həmişə ona konstruktiv yanaşmaq lazımdır. Məsələn, o pis dediyimiz, indi xarici şirkətlərlə işləyənləriniz var, yoxdur, onu bilmirəm. Məsələn, xarici şirkətlərdə necədir? Ümumiyyətlə, təşkilatlarda necədir işləyəndə? Sən geri dönüşünə eləsə bağlı əks əlaqə verirsənsə, orada pisdir sözün və yaxud da yaxşı deyil sözü qəbul edilmir. Sən məsələn, orada göstərə bilərsən ki, bunun bu hissəsini belə dəyişmək lazımdır. Yəni, sən o pis dediyini, hansı ki, bizə müəllimlər deyir, bu kütdür, oxumayacaq. Yəni, gördüyümüz şeylər, təcrübələrimizdən deyirik də. Yəni, biz onu pisdir, yaxşı bilmirsən, filankəs səndən daha yaxşı bilir və yaxud uşağın qulağı işdə başqa müəllimə deyirik ki, buna bax, filankəs deyə ondan daha yaxşıdır. Bu nədir? Bu mənim vaxtımı apardı, belə elədir. Belə şeylər şagirdləri ümumiyyətlə nəinki öyrənmə həvəsini, ümumiyyətlə həyatdan yaşamaq həvəsini də öldürə bilər. Şagird bəzən bullyingə məruz qaldıqda da motivasiya aşağı olur, bəli. Motivasiya dərs əyləncəli və maraqlı olanda hətta ən zəif şagirdlər də oxumağa həvəslənir, cavab verməyə can atır. Bəli. Gəlin keçən öyrənmə motivasiyasını necə yaratmaq olar? Maraq oyatmaq. Maraq oyatmaqdan ötürü ümumiyyətlə biz aktiv fəaliyyətlərdən istifadə etməliyik. Yanaşmalarımızı belə deyək, dəyişməliyik. Yanaşmalarımızda nələri nəzərə almalıyıq? Biz sözsüz ki, bütün auditoriyalar, məsələn, girib 5-ci sinifə və yaxud da 3-cü sinifə və yaxud da 7-8-ə, onlarda hamısında eyni üsul və yanaşmadan istifadə etsək, yəni istədiyimiz nəticəni əldə edə bilmərik. Mükafat. Bunlar hamısı fikir versəniz, yəni yaş səviyyəsinə görə fərqlənəcək. Tərif. Amma səbəbləri ilə. Şagirdə məqsədlərini anlamağa kömək etmək. Yeni bir şey öyrənmək sevincini onlarla bölüşmək. Bir dənə baxın, burada yenə nə yazır? Fikrimcə şagirdlərin maraq dairələrini anlayıb ona uyğun motivasiya etməliyik. Maraq dairələrindən əlavə onların yaş xüsusiyyətlərini də nəzərə almaq lazımdır. İndi belə deyim də, hələ ki biz müsbət və mənfi motivasiyanı öyrəndik ki, sən də motivasiya daxili həm müsbət ola bilər, həm də xarici mənfi ola bilər və yaxud da əksinə. Siz indi burada belə bir bizim müzakirə dəqiqəmiz var. Bir daha dərsdə nəyi etməyəcəksiniz və yaxud da təcrübənizə nə daxil edəcəksiniz? Qısa vaxt ərzində hamı bir-iki cümlə ilə yaza bilər, yəni chat bölməsində. Yəni, dərsdə indi bundan sonra bildik ki, daxili motivasiya var, bir də xarici motivasiya var. Sizin əlavələriniz nə olacaq? Və yaxud da bu vaxta qədər ona fikir verməmisiniz, ondan istifadə etmirsiniz. Bundan sonra yəni etmərəm. Dediyiniz bir Aytac müəllimə yazıb. 1. Mənfi motivasiya, 2. Müsbət motivasiya. İsmin müəllimə yazıb konstruktiv rəy verilməlidir. Bu kimdir yazan? Fatma müəllimə yazıb. Hər uşağın təriflənəcək bir yanı mütləq var. Onu həvəsləndirmək üçün. Mən onlara savadına görə yox, şəxsiyyət olaraq hörmətlə yanaşam həmişə və bu onları motivasiya edir. Əla. Almaz Əskərova yazıb. Uşaqlar təqibə məruz qaldıqda onları motivasiya etmək lazımdır. Mütləq. Şagirdlərin şəxsini tərifləmək olmaz. Gördüyü işə dəyər qiymət. Bəli, əla. Aha. Olar, şəxsini belə tərifləmək ki, məsələn, hərdən olur, hansı uşağın qaşqabaqlı girdiyini görəndə, sən bugün çox gözəl görünürsən və yaxud da nə yaxşı səni gördüm, əhvalım açıldı, belə deyəndə, yəni uşaqlar həvəslənirlər. Onlara xoş olur, onlar artıq o qaşqabaqlı da gəlmişlərsə dərsə çox başlayırlar yumşalmağa. Şagirdlərə daha da çox nailiyyət əldə edə bilərsən demək, həvəslənmək. Ləman müəllimə yazıb daxili motivasiyanı. Daxili motivasiyanı inkişaf. Qiymətləndirmə edərkən ən çox müsbət tərəfləri qeyd edirəm. Onlarda tapşırıqlara daha çox həvəslənir ki, qiymət alsınlar. Onların fikrinə hörmətlə yanaşmaq. Bəli. Onların fikrinə hörmətlə yanaşmaq. Bacarmadıqları nələrsə sakit səs, bacardıqları isə yüksək səslə rəy vermək. O bayaq dediyimiz əks əlaqə.
Bacarmadıqları nələrsə sakit səs bacardığını işdir. Aha. Mütləq əks əlaqə verərkən heç vaxt uşağı belə deyək, o bayaq dediyim kimi bilmədim, pisdir və s. belə yox. Bu xarici motivasiyanı indi tam anladım ki, şagirdlərimdə də vardır və bu xarici müsbət motivasiya. Bunu qeyd edən Nərmin Muradlı. Aha, Nərmin müəllimə də bizim təlimlərdə olan müəllimlərdən səhv etmirəm. Müəllim necə yazacaqsınız? Müəllim qiymət verəcəksiniz. Müəllim möhürdə burunda. Nərmin müəllimdən afərin möhürünə. Şagirdlərdə çoxdur belə hallar. Aha, əla. Daha çox şagirdə müsbət tərəfdən yanaşıb Fərdə müəllimə qeyd edib dəyərli olmağını hiss etdirmək. Bənövşə müəllimə qeyd edib, bəzən həddən çox zəif şagirdlər var ki, onları irəli çəkə bilmirəm, nə edə bilərəm? Aha, bu motivasiya ilə bağlıdır. Şagirdlərdə müsbət tərəfi görmək. Deməli, biz belə deyək də, zəif şagird deyəndə Bənövşə müəllimə, şagirdlər ümumiyyətlə öyrənmə onların dərk etməsinə görə biz zəif və yaxud da güclü şagirdlər qeyd edirik. Bəzi şagirdlər var ki, onlar bizi dinlədikdə başa düşür. Bəziləri var göstərdikdə, bəziləri də var ki, onlara belə deyək də fərdi yanaşır. Zəif, əgər hesab etdiyimiz şagird, belə deyək də dərk etmə biraz onlarda aşağı səviyyədədir, bilik səviyyəsindədir. Həmin şagirdlərə mütləq fərdi yanaşmaq lazımdır. Zəif tərəfi müəyyən etmək lazımdır ki, məsələn, onun zəif tərəfi nədədir, nəyə görə çətinlik çəkir, nəyi başa düşməkdə çətinlik çəkir. Hər bir şagirdin mütləq hansısa bir üsulla öyrənməsi var. Biri oxuyur, başa düşür, biri nə bilim videoya baxır, başa düşür, biri yəni öyrənmə, o zəif xüsusiyyətini müəyyən etmək lazımdır ki, onu aradan qaldırmaq mümkün olsun. Bu qeyd edirəm. Vəfa müəllimə yazıb, Vəfa Allahverdiyeва. Şagirdlərdən müsbət tərəfi görmək. Bəli, siz onu bizim rəhbəriniz alın. Əla, Nərmin müəllimə. Esmira müəllimə. Fən müəllimə aid daha çox həyati situasiyalarla bağlı tapşırıq verərək motivə etmək olar. Aha. Bəli, həyatı, yəni uşaqlara ümumiyyətlə o zaman öyrənmə motivasiyası güclü olur ki, onlar öyrəndiklərin həyatda harada tətbiq edəcəklərini bilsinlər. Yəni, gəlib bugün dərsdə qulaq asıb, sabah gedib heç nəyə ona həyatda lazım olmayacaqsa, onu öyrənməyə həvəsli olmayacaq. Amma tam ki, hansısa bir mövzunu keçirik, deyirik ki, siz bunu, məsələn, filan yerdə tam ki, Pythondan proqram yazmağı öyrədirik uşaqlara. Burada yəqin ki, müxtəlif fən müəllimlərindən var da, yoxsa hamı informatika, riyaziyyat, ibtidai sinif müəllimləri var, onları gördüm. Yəni, onlar öyrəndikləri mövzunun harada tətbiq edəcəklərini başa düşsələr, bilsələr ki, yəni bunun nəticəsində nə əldə edəcəklər, onda həvəslə öyrənirlər. Bəli, fən istəyində mən də istifadə edirəm. Aha. Yəni, mesajlar qarışır. Leyla müəllimə qeyd edib, toxunmaqla, yəni qurmaqla, quraşdırmaqla həvəs edirlər. Bəli, fənn üstü inteqrasiya mən də istifadə edirəm. Bunun kimliyi yazan adı düşməyib. Əfsanə müəllimə qeyd edib. Aha. Yeni bilikləri kəşf etmək, təşviq etmək. Gülnarə müəllimə yazıb, Ləman müəllimə yazıb. Şagirdin daxili aləminə enib onların istedadını aşağı çıxarmaq lazımdır. Tapşırıqlar da lazımdır. İnformatika. Aha. Çox gözəl. Kəşf etməyə. Bəli, mən qeyd edim ki, uşaqlarda motivasiya yaratdıqda onlar özləri artıq sərbəst, belə deyək də, qoşulmağa başlayırlar. Bunun, biz də belə deyək də, özlərini inkişaf elətdirməyə başlayırlar. Mən ən çox bunu yarışlara hazırlaşan uşaqlarda görmüşəm. Məsələn, komanda yaradırıq. Komanda yaradanda sözsüz ki, yarışa komanda yaradanda ancaq belə bilikli uşaqları yığmırıq ora. Biz komandanın daxilində belə deyək, həm bacarığı olan olmalıdır, həm komanda ruhu yüksək olan uşaq olmalıdır. Yəni, tək belə deyək, bütün hər şeyi bilən uşaqlar, o tipdə uşaqlarla da işləyəni görmüşəm ki, sırf hamısı hər şey, belə deyək də, nəzəri cəhətdən bilikləri əladır, amma digər xüsusiyyətlər yoxdursa, yəni onlarla uğur əldə eləmək olmur. Biz zəif dediyimiz uşaqların da özlərinin o biliklərini göstərəcəkləri tərəfləri var. Bacarıqlarına, biliklərini göstərəcəyi tərəfləri var. Ona əsasən onları inkişaf etdirməyə bilməliyik. Burada
Gönçə müəllimə yazıb, sosial şəbəkələrə və smartfonlara bağlananda mövzunu çox maraqla dinləyirlər. Aha, günün tələbatı. Günləri müəllimə yazıb, hər kiçik üçün nailiyyəti belə tətbiq etmək uşaqlarda mən bacarım hissini gücləndirmək. Bəli. Kimdir? Fatimə müəllimə yazıb, tarix müəllimi olduğum üçün fəndarsı və fənüstü inteqrasiyadan istifadə edirəm. Əla. Faktı göstərmək üçün video, materiallar, sənədli foto şəkillərdən, dövrün mənbələrindən əldə edə bildiyim kitablardan istifadə edirəm. Əla. Nə gözəl. Adətən o vaxt bizim dövrümüzdə, məsələn, tarix müəllimləri necə idi? Ancaq danışırlar, biz onu təsəvvür edirdik. Yəni, onların danışdıqları hadisələri, belə deyək də, hazır şəkildə deyil idi. Beynimizi işlədərək, təsəvvürümüzü, təxəyyülümüzü gücləndirərək təsəvvür edirdik. İndi isə artıq, belə deyək, tarix müəllimləri üçün hər bir vasitə var ki, ümumiyyətlə, tək tarix müəllimləri deyil, bütün müəllimlər üçün əyani vəsaitlər var ki, onlar öz çatdırmaq istədiklərini şagirdlərə əyani şəkildə göstərsinlər. Aha, davam edirik növbəti. Uşaqlara söz haqqı verin və onların fikirlərini dinləyin. Baxın, indi sadəcə sizə bir sual verirəm. Hal-hazırda təlimimiz davam edir. Sizin üçün maraqlıdır, ümumiyyətlə, təlimin gedişatı, darıxdırıcı, sıxıcı deyil ki, hal-hazırda təlimin gedişatındayıq. Sizin üçün necə təlimin gedişatı? Əfsanə müəllimə qeyd edib, bəli, maraqlıdır. Xəyalə müəllimə yazıb, maraqlıdır, çox maraqlıdır, maraqlıdır. Aha. Çox maraqlıdır, əla. Yaxşı, onun indi sizə belə bir sual verirəm. Nəyə görə sizin üçün maraqlı gəldi mövzu? Maraqlı müəllimə, çox sağ olun. Aha. Rasimə müəllimə yazıb, əla. Görüşürəm. Çox sağ olun. Yeni məlumat. Siz sağ olun müəllimlər. Hələ davam edəcək. Sadəcə sual verirəm. Ki, yəni nəyə görə maraqlıdır? Xoşbəxt müəllimə yazıb, öyrədici və motivə edici, məlumat verici olduğu üçün. Fikir mübadiləsi, Elza müəllimə yazıb, aktual mövzuya toxunursunuz. Yeni, eyni cür düşünən insanlarla söhbətləşmək. Bildiklərimizi bir daha təkrar edirik. Almaz müəllimə, Leyla müəllimə yazıq. Müzakirə ilə olması daha maraqlıdır. Gündəlik həyatımızda qarşılaşdığımız problemlərlə bağlı olduğu üçün gələcəkdə tətbiq edəcək. Hal-hazırda özümə də motivasiya olur. Tez-tez yazılır deyə, hal-hazırda özümə də motivasiya olur ki, şagirdimə necə yanaşa bilərəm ki, daha çox həvəslənsinlər. Əla. Motivasiya dərsin əsasını təşkil yazılar tez-tez təşkil edir. Burada öyrəndiklərimi tətbiq edəcəyim. Əla, maraqlı təbii ki, çünki düzgün təbliğat gedir. Əla, çox sağ olun. Afaq müəllimə, Gülbəniz müəllimə yazıb, fikirlərimizi bildirdiyimiz üçün. Əla, öyrənib tətbiq etməyə gün Nigar müəllimə deyir. Nüşabə müəllimə, aktual mövzuya toxunursunuz və daha detallı şəkildə sadə izahınızla çox sağ olun. Günay müəllimə yazıb, günümüzün önəmli problemləri olduğu üçün. Təcrübələrimizi bölüşürük, suallar maraqlı və düşündürücüdür. Əslində mən qoşub sadəcə dinləyirdim, amma ən çox maraqlandığım mövzuya toxunduğunuz üçün daha da maraqlı olub. Əla, Səvinə müəllimə. Aha, mən nəyə görə sizə bu sualı verdim müəllimlər? Çox sağ olun dəyərli fikirləriniz üçün. Belə deyim, biz uşaqlara da eyni haqqı tanımalıyıq. Yəni, mən burada hər bir müəllimin fikri mənim üçün önəmlidir. Çünki ola bilər sizin orada yazdığınız çatda yazdığınız fikirdən mən özüm də yararlanım, təcrübəmi də tətbiq edim. Və yaxud da sizlərin də arasında bir-birinizdən yəni nələrsə götürə bilərsiniz, öyrənə bilərsiniz. Məncə həftədə bir dəfə belə təlim olsa yaxşı olar. İnşallah Şəlalə müəllimə. Yəni bizdə nədir? Uşaqlara söz haqqı, onların fikirlərini dinləmək. Fikir dinlənməsi önəmlidir. Ümumiyyətlə fikir dinlənməsi biz istər ailədə olsun, istər olduğumuz mühitdə olsun, fikirlərimizi kimsə dinləyirsə, bu bizim üçün belə deyək də önəmli olur. Biz başlayırıq özümüzü önəmli hiss eləyirik, dinlənildiyimizi, kiməsə bizə diqqət ayırdığını hiss eləyəndə bizim o motivasiyamız yüksəlir. Yəni bu ailədə də belədir, iş yerində də belədir, öyrənmə mühitində də belədir. Burada
eyni istiqamətdə düşünən insanlar fikir mübadiləsi edib nəsə öyrənmək maraqlı və faydalı. Əlbəttə. Yəni mən istəyirəm ki, bununla bağlı başqa bir təlimlərimizdə də olsun. Sırf yəni sizin maraqlarınızla bağlı olan. Mən bilirəm ki, hal-hazırda məsələn müəllimlərin təlim, dərs qurmaqla bağlı məsələn mövzular maraqlandırır. Bəs dərs zamanı şagirdlərə bu sualı hansı periodda verməliyik? Dərsin sonunda yoxsa dərs davam edən zaman? Belə deyim, Aysel müəllimə, bunun hansısa bir məqamı yoxdur. Mütləq dərsdə belə deyək, interaktiv olduğuna görə başdan ayağa sual-cavab formasında olmalı. Şəbnəm xanım, buyurun sözünüzü siz deyin. Aysel xanımın sualını səsləndirəcəkdim, artıq özünüz oxudunuz. Aysel xanımın sualı hansı sual idi? Ötürdüm yoxsa yox? Hə, dərs zamanı. Aha, gördüm. Dərs zamanı ümumiyyətlə, belə deyək də, fikir dinləmək bütün mərhələlərdə olmalıdır. İnteraktivlik bütün mərhələlərdə olmalıdır. Dərsin, düşünməyin ki, məsələn, bu tədqiqat mərhələsi, bu nə bilim, indi mən təlim texnologiyalarına toxunuram da. Məsələn, fəal təlimlə qurmuşam dərs, ancaq o qoyulan o gedişata əməl etməliyəm, yox. Bu nəyə görə? Çünki bildiyiniz kimi innovativ təlim texnologiyalarında ümumiyyətlə, belə deyək də, standartdan o kənara, standart deyəndə o qoyulan o standartlara yox, məzmun standartlarından söhbət getmir. Yəni, plan qoyulub, həmin o plana uyğun davam etməyə də bilərik. Biz istəsək dərsin gedişatını dəyişə bilərik. Bu nəyə görə? Məsələn, mən dərsi qurmuşam, ora belə deyək, gətirib bütün bildiyim o suallar gətirib, Bloom taksonomiyası əsasında belə deyək, dərin suallar hazırlamışam, gəlmişəm, sinifə girmişəm, amma görürəm ki, sinifin səviyyəsi o deyil. Çünki sinifin səviyyəsi o deyil. Artıq mən burada nə etməliyəm? Planda dəyişiklik etməliyəm. Daha sadələşdirməliyəm. Və yaxud da hazırlaşmışam, gəlmişəm, baxıram ki, uşaq bu mövzunu yaxşı bilir. Burada nə etməliyəm? Dəyişməliyəm planımı ki, mən uşağa daha onu maraqlandıran, onu cəlb edəcək suallar verməliyəm. Sırf nə qoymuşam, onu yox. Sual-cavab bütün mərhələlərdə aparılmalıdır. Dinlənilmə bütün mərhələlərdə aparılmalıdır. Uşaq nəsə soruşursa, çalışın, diqqət edin. Amma bir şey var ki, bəzən olur ki, bu da yuxarı siniflərə qalxdıqca olur uşaqlarda. Dərsdən fikri yayındırmaq üçün əlavə suallara, yəni verə bilərlər. Çalışın ki, yəni heç vaxt bu əlavə sualları qısa şəkildə izah edəsiniz və gedişatdan uzaqlaşmayasınız, dərsin mövzusundan uzaqlaşmayasınız. Burada qeyd etdiyimiz sual, məsələn, onlardan soruşun, bugün dərs maraqlı idimi? Mövzu ilə bağlı nələri əlavə etmək istərdiniz? Bu, dərsin son mərhələsində verilir. Yəni, biz dərsi keçik qutardıq, qeyd edirik ki, uşaqlar, bugün dərs maraqlı idi. Yəni, bu nədir? Bu, artıq refleksiyadır ki, yəni uşaqlar özü-özündə şuurunda deyir ki, yəni maraqlı idi və yaxud da deyir ki, nələri əlavə etmək istərdiniz? İstər-istəməz, məsələn, mən sizin desəm ki, motivasiya ilə bağlı, sonda olsa bu sualları verəcəm sizə, yəni nələri əlavə etmək istərdiniz? İstər-istəməz onlar özləri ilə bağlı və yaxud da mövzu ilə bağlı deyə bilər ki, mən məsələn, burada istəyərdim ki, tarixdən tam bilmirəm, nəyi deyə bilərdim. Bu hissəni istəyərdim ki, bunun haqqında da danışardınız. Və yaxud da deyə bilərdi, proqramlaşma ilə bağlı deyərdilər ki, məsələn, burada şərtli dövr haqqında daha çox məlumat verin, bu tapşırığı bir də baxağın üzərindən və s. Bu nədir? Bu son mərhələdədir. İndi bizim gəlir hansı mərhələmiz? Bizim gəlir açıq mikrofon mərhələmiz. Müəllimlər, sizinlə mikrofonları açacağıq. Yəni, biz bayaqdan interaktiv gedirik onsuz. Yəni, düşünürəm ki, bəlkə müəllimlərdən mikrofondan istifadə edərək öz təcrübəsini paylaşmaq istəyən olar. Yəni, 2-5 cümlə ilə fikrinizi izah eləsəniz kifayət eləyər. Hansı üsullardan istifadə edirsiniz? Motivasiyanı, ümumiyyətlə qaldırmaqdan ötürü hansı üsullardan? Məsələn, mən sizə nümunə kimi deyim, sizin üçün rahat olsun deyə. Sonra istəyirsiniz, sizə belə deyək də, öz fikirlərinizi əlavə edə bilərsiniz. Məsələn, mən deyim ki, burada təlim texnologiyalarının tətbiqi, ola bilər təlim texnologiyalar deyəndə, məsələn, problemli təlim keçə bilərik. Problemli təlimlə necədir? Real bir problemi qoyuruq, analiz edirik, uşaqlar başlayırlar həlli yolunu tapmağa. Layihə əsaslı öyrənmədən. Layihə əsaslı öyrənmədə necə olur? Komanda ruhu, qrup işi yüksəlir və yaxud da konstruktiv yanaşırıq. Şagird nə edir konstruktiv yanaşanda?
başlayır öz bildiyi, təcrübəsini, biliyini əsasını qura-qura bizim verdiyimiz suallar əsasında tətbiq etməyə. Və yaxud da sizə başqa bir yanaşma deyim, bəlkə də eşitmisiniz bu haqda və yaxud da eşitməmisinizsə də sizin üçün Sokrat dialoqu deyilən bir üsul var. Sokrat dialoqunda necədir? Sokrat dialoqunda bir növ beyin həmləsi kimidir, amma beyin həmləsi deyil tam olaraq. Biz beyin həmləsində bütün fikirləri toplayırıq, sonra oradan ən yaxşılarını seçirik. Amma Sokrat dialoqunda belə ki, suallar verilir müəllim tərəfindən, amma müəllim susur, cavab vermir. O suallar verildikcə uşaq 5 sual əsasında, 5 konkret hansı mövzusa 5 sual hazırlayıb, həmin sual əsasında sadədən mürəkkəbə doğru biz onun fikirlərini alaraq mövzuya gətiririk. Bu Sokrat dialoqu məsələn konstruktiv təlimdə çox yaxşı özünü göstərə bilər. İndi çox kənara çıxmaq istəmirəm. Sadəcə mən tətbiq olunan üsullar deyirəm ki, yəni bu üsullardan hansından istifadə edirsiniz ki, dərsləriniz maraqlı olsun. Buyurun, Şəbnəm xanım, biz mikrofonları aça bilərik. Müəllimlər fikirlərini bildirmək istəyənlər əl qaldırsınlar. Əl qaldır düyməsinə istifadə edə bilərlər. Hansı yanaşmalardan istifadə edirsiniz? Aha. Fikrini bildirmək istəyən müəllimlər mikrofonu aça bilərsiniz. Aha, Fatma xanım, istəyirsiniz mikrofonu açağın, mikrofonla fikirlərinizi bildirin. Əl qaldırmaq işarəsinə basın, zəhmət olmasa kimsə əgər nəsə demək istəyirsə, elə açaq mikrofonu. Yəni ola bilər ki, biz indi yəni dərsimizə tətbiq edirik o üsulu. Yəni onunla motivasiyanı qaldırırıq. Məsələn, bal verməkdən. Məsələn, uşaqlara bal qoya bilərik, balı. Məsələn, aha, Günlarə Bayramova. Buyurun. Salam müəllimə, təşəkkür edirəm bu gözəl təliminizə görə. Buyurun. Mən rəqəmsal bacarıqlar fənnini tədris edirəm və slaydlardan, metodik vəsaitlərdən istifadə edirik ki, bunları da yəni hazır şəkildə bizə nazirlik tərəfindən təqdim olunduğuna görə yenə də çox təşəkkür edirəm. Yəni vaxtımızı biraz belə deyək də slayd yığmağa və yaxud dərsin maraqlı keçməyinə, nəyisə axtarmağa bizə belə deyək də vaxt baxımından biraz sərfəlidir. Kifayət qədər çox gözəl məlumatlar var. Hər birindən istifadə edirik. Yəni ayrı-ayrılıqda refleksiya bölümü də var. Uşaqlar orada dərs haqqında öz fikirlərini bildirirlər ki, dərs maraqlı mı keçdi, asan idimi və yaxud əlavə öz fikirlərini bildirirlər. Yəni çox gözəldir. Ümid edirəm ki, ilin sonuna qədər bütün məktəblərdə tətbiq olunar bu rəqəmsal bacarıqlar. Yəni motivasiya düzdür, hazır şəkildə bizə verilir, amma yenə də bacardığım qədər uşaqlarla ünsiyyətdə daha çox oluram və onlara daha da mükafatlandırıcı olaraq, məsələn, aşağı siniflərdə stikerlər yapışdırıram gündəliklərinə və yaxud qiymətləri, yaxşı qiymətlər yazırıq. Bizə demək olmaz həmən bu layihə müddətində, amma yenə də uşaqları fərqləndiririk. Əla. Yəni siz xarici motivasiya ilə təsir edib daxili motivasiyaların onların qaldırırsınız. Bəli, amma istəyərdik ki, daha çox oyun tipli və yaxud komanda şəklində olan tapşırıqlar platformada daha çox olsun. Yəni hər biri fərdi işləyirlər, amma komanda tipli tapşırıqlar daha çox olsa çox yaxşı olar. İnşallah. Gələcəyinə nəzərə alınar. Çox sağ olun. Çox sağ olun Gülnar müəllimə. Gülnar müəllimə qeyd elədiyi kimi rəqəmsal bacarıqlarda bu şagirdlərin fikirləri mütləq nəzərə alınır. Sonda refleksiya mərhələsində məsələn qoyulur ki, dərs aydın idimi? Dərsdə nəyi bəyəndiniz, nəyi bəyənmədiniz? Yəni nəzəri məlumat çox ağır idimi, yoxsa aydın deyildimi? Bu belə suallar qoyulur və dərsi bəyənməklə bağlı sonda smayliklər də var. Mən qeyd edirəm ki, o smayliklər elə belə smayliklər deyil. O smayliklərin arxasında statistika saxlanılıb. Hansı məsələn sinifdə kədərli üz qoyulubsa, deməli burada bu dərsdə motivasiya aşağı olub və yaxud da faizlə göstəricilər görünür. Aha, burada Səidə müəllimə əl qaldırıb, Turan müəllimədir yoxsa bilən baxım.
Aha, Şəbnəm xanım, görürsünüz də yəqin Turan müəllim əl qaldırıb, Səidə müəllim əl qaldırıb. Bəli, Səidə xanım, buyurun. Mikrofonunuz açıqdır. Salam, salam əmə, hər kəsə salamlar. Salam. Təlim üçün çox təşəkkür edirəm. Çox maraqlıdır və həqiqətən dinləyərkən adama xoş gəlir. Yəni oturub burada bayaqdan sizə dinləyirəm. Dərsə qaldıqda isə uşaqlara əməyə gəlir ki, motivasiya, mən də rəqəmsal bacarıqlar dərsi deyirəm. Ən maraqlı gələn uşaqlara hissə dərsin sonundakı dinamik fasilədə, təqdimatda suallar uşaqlara çox maraqlı gəlir. Onları müzakirə edirik, düzgün və yaxud da səhv olduğunu. Bundan əlavə də mən özüm də oradan yola çıxaraq dərsin sonunda qalan vaxtımızda uşaqlarla sual-cavab oyun şəkli, belə deyim, oyunlar keçiririk ən çox və maraqlı olsun deyə məsələn uşaqlara suallar verirəm. Kim doğru cavab verirsə bir dənə plus qazanır. Ən çox plusu olan qalib gəlir bu şəkildə. Bunun arasında həm dərsimizdən suallar olur, həm biraz dünya görüşü qatırıq, ən böyük dəniz, göl, indi uşaqların səviyyəsinə görə dəyişir. Və uşaqlara həqiqətən çox maraqlı və motivasiya olur. Dərsə başlayarkən bəzən soruşurlar ki, mənim axırda oyun oynayacağıq. Çox həvəslə o anı gözləyirlər. Yəni belə uşaqlarda daha çox həvəsləndirməyə çalışırıq. Əla Səidə müəllimə. Sizi mən təlimdə görmüşəm, bilirəm ki, aktiv müəllim. 286 müəllimsiniz. Düzdür, sana müəllimə. Əla, uğurlar sizə. Aha, sonra təşəkkür edirəm. Buyurun, Turan müəllim, Şəbnəm xanım, Turan müəllim. Salam, qanatınız xeyir olsun. Salam, buyurun. Mən Lənkərandan qatılıram təlimimizə. Rəqəmsal bacarıqlara tədris edildim və rəqəmsal bacarıqların səhifəsində gördüm təlimi. Çox maraqlı gəldi. Səhv eləmirəmsə, hətta 2 dəfə qeydiyyatdan keçmişəm ehtiyat üçün ki, birdən qeydiyyatdan keçmərəm. Mən elə 2 dəfə qeydiyyatdan keçmişəm. Mən həm rəqəmsal siniflərdə, həm də adi siniflərdə informatika tədris edirəm. Rəqəmsalı adi siniflərdən fərqləndirən cəhət nədir? Rəqəmsalda şagirdlərin daha çox bir-birlə əməkdaşlığı adi siniflərə nəzərən gözə çarpan olur. Nə mənada? Rəqəmsalda bir özəllik nədir? Burada suallar kilidli olur da. Hər bir suala düz cavab verməsən, ikinci suala keçməlisən və şagird cəhd edib suala düz cavab verə bilməyən də mütləq digər yoldaşlarından kömək alır. Müəllimdən daha çox siniflərdə mən bunu müşahidə edirəm ki, müəllimdən daha çox digər şagirdlərdən kömək almaya meyilli olur. O cəhətdən ki, mənim müşahidəmə görə şagirdi daha yaxşı öyrədə bilir. Müəllim izah edir, amma şagird daha yaxşı öyrədə bilir. Və rəqəmsalın xüsusi bir özəlliyi nədir? 9-cu siniflərdə adından bu var, hələ ki o biri siniflərdə yoxdur. 9-larda hazırlıq, yəni rəqəmsala summativ hazırlıqda Viktorina deyilən bir şey var da, indi harca 2 ildir o tədris olunur. Viktorinanın müsbət tərəfi nədir? Bütün şagirdlər eyni zamanda eyni bir şeyə fokuslanır. Yəni hər bir sual verilirsə, bütün şagirdlər o sual üzərində işləyir. O sualın cavablanması bitəndən sonra növbəti suala keçid baş verir. Və burada da şagirdlər bir xəyali olaraq reytinqlərə yüksəlir də. 1-ci yer, 2-ci yer, 3-cü yer və s. Bu çox maraqlı olduğu üçün digər siniflərdə olmadığına görə mən digər siniflərdə bu motivasiyanı qurmaq üçün web alətlərdən istifadə eləməyi bir tətbiq elədim. Görün bu necə effekt verir. Və baxdım ki, web alətlərdən istifadə eləyəndə şagird sinifdən çıxanda çox halda bunu rastlaşdım ki, dediyi bir kəlmə söz oldu ki, bugünkü informatika dərsi daha çox xoşuma gəldi. Niyə? Çünki şagirdlər hamısı komanda olaraq bir şeyin üzərinə fokuslanır, bir şeyi düşünməyə çalışırlar. Eyni zamanda orada vaxt anlayışı olduğu üçün kim daha tez cavab verəcək, kim daha yaxşı düz cavab verəcək. Birincilik uğrunda mübarizə. Bəli, bir-birlə mübarizə. Və buna görə də düşünürəm ki, sadəcə bir təklif olaraq da bu bütün rəqəmsal siniflərində bu viktorinalar tez-tez təşkil olunması arzu olunan bir şey olardı şagirdlər üçün. Çox gözəl. Üçünüzə hörmətlə yanaşırıq. İnşallah gələcək dərslərdə nəzərə alınır inşallah. Başqa müəllimlərlə öz üsullarınızı, öz tətbiq etdiyiniz hansısa bir metod varsa, buyurun. Fatimə müəlliməni qoşaq. Fatimə müəllimə, buyurun, mikrofon açıqdır. Hər vaxtınız xeyirli olsun. Təşəkkür edirəm mənə də söz verdiyiniz üçün. Mən bayaq da qeyd etmişdim, mən tarix müəllimiyəm. Və ümumiyyətlə bütün siniflərə daxil olduqda, il başlayanda bir diaqnostik qiymətləndirmə aparıram. Eyni zamanda şagirdlərdən tarix fənni ilə bağlı olan fikirlərini soruşuram. Tarix sizin üçün nədir? 5-ci sinifdirsə tarix sizə nə ifadə edir? Tarix deyəndə ağlınıza nə gəlir? Amma yuxarı siniflərə qalxdıqda isə tarixdən yadınıza nə qalır? Niyə görə bu fənni sevirsiniz və yaxud da niyə görə sevmirsiniz? Necə olsa nəyə görə sevərsiniz? Dərs necə keçirirsə sizin üçün daha maraqlı olar? Bu tipli sualları verirəm. İlin axırında da o verdikləri sualların cavab olaraq siz tarixdən nə öyrəndiniz, necə öyrəndiniz, yadınızda nələr qaldı, onları götürüb vərəq şəklində
yığıram, indi 2000 dolları yanımda saxlamışam. Eyni zamanda şagirdlər gənc müəllim görəndə daha belə interaktiv istəyirlər ki, dərslər keçirilsin. Mən də özümdən yeni metodikalar yaradıram ki, şagirdlər üçün daha yaxşı olsun. Çünki belə deyək, siniflərdə elə uşaqlar var ki, öyrənməyə meyillidirlər, çoxlu suallar verirlər. Müəllimə yenə gələn dəfə də belə olacaq, yoxsa başqa bir şey olacaq. Çünki yeni bir şey görəndə hər dəfə soruşurlar ki, müəllimə gələn dəfə falan oyun oynayarıq, falan dəfə gələn dəfə falan şey edərik deyə belə suallar verirlər. Yəni Gözləntiləri çoxdur sizdən. Gənc müəllimlərdən şagirdlərin gözləntiləri çox olur. Mən sizə deyim ki, onlar müşahidəçi olurlar. Gənc müəllimləri görəndə ilk dərslərdə uşaqlar müşahidəçi olurlar. Yəni müşahidə aparırlar ki, yəni müəllimi hələ özləri üçün kəşf etməyə çalışırlar. Uğurlar sizə. Ləman müəllimə də. Aha, buyurun. Ləman müəllimə buyurun. Ləman Soltanova. Mən də hər birinizi salamlayıram bütün müəllim kollektivimizi, kollektiv sayılaraq sizə çox təşəkkürümüzü bildiririk ki, mən burada çox yenilik əldə elədim. Düzdür, özümüzün də təcrübələrimiz var, amma sizin də qeydlərinizdən daha çox biz əldə elədik bunları. Turan müəllim qeyd elədi, mən rəqəmsal sistem dərsi keçirəm, həm də ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Rəqəmsalda dərslərimizdə bəli, siz də dediniz ki, sonda dərsin elə bir ki, qiymətləndirməsi olur. Dərsin qiymətləndirilmə hissəsində orada smayliklar olur. Bəli. Ləman müəllimənin səsi getdi. Dərslərimi tədris edirəm. Deməli, orada uşaqlar öz emosiyalarını göstərirlər. Şəkil yox, öz üzlərində. Yəni, dərsin qiymətləndirilməsini onlar öz simalarında göstərir. Mən artıq onların gözlərindən, üzlərindən, mimika jestlərindən bilirəm ki, dərsin hansı qiymətə layiqdir də, mən tədris elədim. Dərs onlar üçün necə keçdi, bəli. Çox sağ olun, Ləman müəllimə. Leyla müəllimə fikri maraqlı olar. Buyurun. Çünki Leyla müəllimə ibtidai siniflərdə riyaziyyatı, belə deyək də, yeni təlim yanaşması ilə tədris edir və onlarda riyaziyyatın tədrisi, belə deyək, nağıllar formasında interaktivlik çoxdur. Leyla müəllimə, sizi eşitməyə şad olarıq. Buyurun. Bəli, siz gözəl vurğuladınız və o dərslərin keçirilməsinin ən gözəlliyi də odur ki, biz sonda hər dəfə dərsimiz bitəndə gələn dərsə uşağın marağı olsun deyə orada belə bir cümlə olur ki, gələn dərs bundan da maraqlı olacaq və bir nüans göstərir və saxlayırlar. Uşaqlar iyi müəllimə olmadı, bəs nə olacaq? Dedim, gələn dərs gələrsiz, görərsiniz. Ona görə həqiqətən də dərsdən də uşaqlar qalmırlar, çox həvəslə gəlirlər. Çünki onlara çox maraqlıdır. Həm də biz ən əsası da uşaqlar daha çox mən bayaq yazdım toxunmaqla. Mənim sinifimdə bir uşaq var ki, ona biz inklüziv uşaqdır. O ancaq xoşlayır ki, o gəlsin lövhədə. Mən çöldəyim, üzürlü sayın, ona görə əlavə səslər də gələ bilər. Problem yox, buyurun. Gəlir barmağı ilə o, məsəl üçün biz indi 3 rəqəmli ədədlər keçir, təhliyi, onluğu barmağı ilə çəkmək, birləşdirmək, buna o qədər xoş gəlirdi o uşağa. Yəni, o rəqəmsal riyaziyyatın bu cür olunmasının mən üstünlüyünü orada gördüm ki, yəni bütün uşaqlar orada eyni, belə deyək də, dərəcədə öz dərslərini öyrənə bilirlər. Maraq onlarda çox yaranır. Sonra biz sonda orada düzü bizdə refleksiya da var. Amma mən uşaqların özlərinə hazırladırmışam. Çünki mən həm də eyni bərabərdə algoritmlə də dərsləyirəm. Burada o smayliklər gördüyümə görə bunlara da hazırlatdırmışam ki, smaylikdir. Küskün və güləyən. Dərs sonunda qaldırırlar. Xoşunuza gəldi mi dərs? Baxaq görən neçə nəfər xoşuna gəldi. Güləyən smayliki qaldırır. Nə çətin oldu, nə xoşunuza gəlmədi, küskünlər. Sonra 10 hətta biz 5 dəqiqə tənəffüsdə belə müzakirə edirik ki, nəyə görə sən bu günlərim küskünə qaldırdın? İndi o da uşaqlar da fikirlərini deyir. Deməklə yalnız bəzi uşaqlar deməkdə çətinlik çəkəndə mən onlara balaca belə vərəqlər paylayıram ki, fikrinizi yazın, verin mənə, mən oxuyacağım, narahat olmayın. Görüm səbəbləri nədir? Çox gözəl. Buyurun Aydın müəllim. Əgər daha sualı olan yoxdursa, fikri olan yoxsa biz davam eləyəyin. Bizim vaxtımız yavaş-yavaş belə deyək azalmağa başlayır. Ona görə biz məlumatları sizə belə deyək də slayd üzrə məlumatlarla yanaşı öz təcrübələrimizi yenə davam edək paylaşmağa.
Gəlirik nə? Biz artıq motivasiyanın həyatımızda, şagirdlərimizin həyatında rolu olduğunu, çox böyük rolu olduğunu bildik və daxili və xarici olduğunu bildik. Amma gəlin yaş motivasiyasının xüsusiyyətlərinə baxalım. Sizcə yaş motivasiyası öyrənmədə önəmlidir yoxsa yox? Yaş motivasiyası chat bölməsinə yaza bilərsiniz. Mən burada yazılan fikirləri bayaq belə deyək, dinlədiyimə görə çox oxuya bilmədim. Aha. Deməli, indi sizin yaza qeyd edə bilərsiniz. Yaş motivasiyası nəyə görə önəmlidir? Öyrənməyin yaşı yoxdur məncə. Aha, Narcilə müəllimə qeyd elədi. Motivasiya. Bəli, yaşa uyğun uşaqların maraqları dəyişir. Aha, mütləq yaş nəzərə alınmalıdır. Maraqları, İradə müəllimə yazıb, önəmlidir. Bəli. Əfsanə müəllimə yazıb, yaş önəmlidir. Afaq müəllimə yazıb, bəli, yaşa uyğun olmalıdır ki, qarşı tərəfdən maraqlı olsun. Məncə, elmə, öyrənmə həvəs olan hər yaşda öyrənə bilər. Bəli, hər yaşda öyrənə bilər, amma biz motivasiyanı nəzərə almalıyıq. Məncə, yaşın fərqi yoxdur. Əsas odur, həvəs motivasiyası yüksək olsun. Bəli, önəmlidir. Əlbəttə var. Çünki ibtidaidə də etdiyini yuxarı sinifdə olmur. Bəli, hər yaşın öz xüsusiyyətləri var. Bəli, hər yaşın öz xüsusiyyətləri var. Belə deyək də, biz ibtidai sinifdə, bayaq Leyla müəllimənin qeyd elədiyi kimi, aşağı siniflərdə oyun xarakterli, slaydlar, bəzək, düzək, nə isə əlavə etsək, böyük, yuxarı, belə deyək, gətirib, məsələn, təlimdə müəllimlərə eyni bəzək, düzəklə təlim keçsəm, yəni o mənə o qədər effektli olmayacaq. Baxaq, burada yazana. Fərdə müəllimə yazıb, yaşa görə uşaqların düşüncəsi müxtəlif olur. Önəmlidir, bəli. 2-ci sinif və 9-cu sinifin eyni motivasiyasını verə bilmir. Kiçik yaşlarda daha çox yeniliklərə maraqlanırlar. Motivasiya yaratmaq daha asan olur. Bəli, adicə smailik ilə həvəsləndirmək olur ibtidaini, amma yuxarının sinifi yox. Bəli, indi mən buna toxunacağım hamısına. Dərsdə uşaqların yaşına uyğun tapşırıqlar hazırlamaq lazımdır. Bəli, önəmlidir. Adicə məktəbdə aşağı sinifləri maraqlandıran suallarla yuxarı siniflərdən. Bəli. Deməli, yaş motivasiyasının xüsusiyyətləri önəmlidir. Gəlin, baxaq yaş motivasiyasına. Birinci, baxırıq, kiçik yaşlı uşaqlarda motivasiyanın xüsusiyyətləri necə olur? Bu yaş xüsusiyyətləri, məsələn, 6-9 yaş aralığı buna aiddir. Bu yaşda uşaqlar çox hərəkətli olur. Diqqətləri tez yayınır. Belə deyək, onları bir balaca səs belə, nəyinsə uçuşur, birinin gülməyi belə, hamısının bir yerdə gülməyinə səbəb ola bilər. Çünki onların hələ diqqətləri tam, belə deyək, formalaşmayıb. Keçirik hansına? Öyrənməyə meyillidirlər. Orta yaş qrupu var ki, bu 10-13 yaş aralığıdır. Bu yaş dövründə şagirdlər daha müstəqil düşünməyə başlayırlar. Əgər məktəbdə fikir vermişsinizsə, 10-13 yaş aralığı uşaqlarda başlayır onlarda özlərini müstəqil kimi göstərmək, o yetkinlik yaş dövrü deyirik də, onlar özlərini müstəqil kimi hiss edirlər, rəqabət olur, fərqlənməyi sevirlər, belə deyək, artıq onlar üçün nəyin maraqlı, nəyin maraqsız olduğunu belə deyək, ayırt etməyə başlayırlar. Bir də var, yeniyetmələr 14-17 yaş arası, gəlir bu yaşda şagirdlər, niyə bunu öyrənirəm? Yəni, onlar üçün artıq konkret olaraq o peşə yönümlü seçim mərhələsi başlayır ki, yəni mən bunu öyrəndim, tutal bunu öyrəndim. Bunu sabah mən real həyatda harda tətbiq edəcəyim, nə üçün istifadə edəcəyim? Yəni onların konkret olaraq öz istəklərinə, maraqlarına uyğun olaraq öyrənməyə başlayırlar. Kiçik yaş uşaqlar, yəni ibtidai siniflər, bunlarda nədir? İndi mən sizə burada deyəcəyim. Necə motivasiya etmək olar? Oyunlar və animasiyalar. Dərsi macəra halına gətirin. Məsələn, gəlin bugün bilik xəzinəsini tapmağa gedək. İndi ibtidai siniflərdə riyaziyyatı rəqəmsalla keçən müəllimlər bilirlər. Məsələn, orada riyaziyyat dərsi nağıl formatında verilir. Təsəvvür edirsiniz, nağıl verilir. Nağılın içərisində uşaqlar hər bir misalı, tapşırığı həll eləyə-eləyə o sehirli yolları açmağa başlayırlar. Onlar üçün, məsələn, hansısa bir xəzinəni tapırlar, o xəzinə ilə gedirlər. Nağıl formatında da çox maraqlıdır bu. Yəni, bu aşağı yaş uşaqlar üçündür. Rəqəmsal mükafatlar. Bayaq dediyiniz kimi ulduzdur, nişandır, sertifikatdır, diplomdur və yaxud da vizual bəzədilmiş hansısa bir təqdimatdır, sonra qısa videolardır, cizgi filmləridir. Bunlar onlara maraqlı gəlir. Bu yaş aralığında, yəni ibtidai siniflərə bu maraqlı gəlir. Və daha dəqiq əks əlaqə vermək, daha dəqiq rəy vermək.
Əgər fikir verirsinizsə, baxın, oyunlar, animasiyalar, rəqəmsal mükafatlar, qısa videolar, cizgi filmləri. Bu, belə deyək, motivasiyanı artırmaq üçün bu vasitələr hamısı nədir? Xarici motivasiyadır. Yəni, fikir verirsinizsə, deməli, 6-9 yaş aralığı uşaqlar nə ilə əlaqəlidir? Hamısı xarici motivasiyadan asılıdırlar. Yəni, burada hələ daxili motivasiya yoxdur. Yəni, biz nəyə görə həmişə, belə deyək, ibtidai sinif müəllimləri demək olar ki, o şəxsiyyəti formalaşdırmaq deyirik ya. Baxın, bu şəxsiyyəti formalaşdırmaq ibtidai sinifdən başlayır. Nəyə görə? Çünki onlar xarici motivasiyadan çox asılı olurlar. Onlarda hələ daxili motivasiya deyil. Adicə, məsələn, bağçaya, məktəbə gedən uşaqlara fikir verin. Bağçaya getmək istəyən uşaqlar, əgər belə deyək də, zülmlə ora aparılırsa, deməli, burada nəsə çatışmır. Deməli, burada motivasiya aşağıdır. Deməli, orada onu cəlb edən heç nə yoxdur. Bu nədir? Bu xarici motivasiyadır. Əgər onu biraz belə deyək, müəllim əlinə smaylik yapışdırsa və yaxud da nəsə bir diplom, və yaxud da sertifikat versə, nə olur? Ona başlayır həvəslənmək. Hələ burada daxili motivasiya olmur. Keçirik hansına? Orta yaşlı uşaqlara, hansı ki, bu yaş dövrü 5-7-ci siniflərdir. Burada artıq yavaş-yavaş belə deyək də, uşaqlar fərqlənməyə başlayırlar. Hansı baxımdan fərqlənməyə başlayırlar? Yəni, xarici motivasiyadan daxili motivasiyaya keçid yaranır. Bir növ elə bilin ki, körpü. Hələ burada daxili motivasiya tam formalaşmayıb, xaricidən də tam imtina etməyib. Qrup tapşırıqları və yarışlar. Məsələn, fikir versəniz, məsələn, bu yaş dövründə qrup tapşırıqlarını eləyəndə, viktorina keçirdəndə uşaqlar çox həvəsli olurlar. Özlərini ifadə etməkdə sərbəst olurlar, hansısa və yaxud da fikirlərini deməkdən ötürü, özlərini inkişaf etdirməkdən ötürü, yəni o xaricdən daxilə yavaş-yavaş keçid olur. Yəni, bayaq biz xarici ilə daxiliyə toxunduq, xarici motivasiya, daxili motivasiyaya keçəndə bu uzun müddətli olur. Yəni, inkişafı da uzun müddətli olur. Özlərini ifadə etmək imkanı. Məsələn, dərs sonrası qısa video təqdimatlar, slaydlar hazırlamaq. Bunu uşaqlar çox sevirlər. Yəqin ki, dərslərinizdə tətbiq edəndə görmüsünüz. Yəqin, məsələn, bu yaş dövrü uşaqlar, yəni, məsələn, hansı bir layihə verəndə, layihə işi verəndə, sonda slayd hazırlayanda mütləq onların təqdimatına diqqətlə baxmaq lazımdır. Slaydın deyə bilərik ki, qısa edin. Çünki qrup işində həmişə vaxtı nəzərə alınır. Mən bilirəm ki, müəllimlərin ən yaralı yeri vaxtdır. Ki, yəni birdən çatdıra bilməzlər. Vaxtı nəzərə al, qısa təqdimat, amma onların özlərini təqdim etməyi mütləq diqqətlə dinləmək lazımdır. Çünki onlar, o bayaq dediyimiz dinlənilmə məsələsi ki var, burada önəmlidir. Təqdir etmək və diqqət göstərmək. Fəal uşaqlar sadəcə qiymətlə yox, sənin təqdimatın maraqlı idi və nəyə görə maraqlı idi? Məsələn, olur uşaq gətir, bu dövr arasında rəqabət yüksək olur. Adətən qrup işləri edəndə, yəqin ki, müəllimlər özünüz də bunu hiss eləmişsiniz, verəndə uşaqlar soruşur. Onların işi yaxşı idi, yoxsa bizim? Onlar bilmək istəyirlər ki, nəyə görə, əgər bunların işi yaxşısa, nəyə görə o birilərdən daha yaxşı idi və yaxud da onlardan aşağı idisə, nəyə görə aşağı idi. Məsələn, mən öz təcrübəmi sizinlə deyim ki, mən belə olduğu halda uşaqlara deyirəm ki, yaxşı, gəlin özümüz qiymətləndirəyim. Yəqin olub sizdə də ki, yəni iki qrup digər qrupu da qiymətləndirə bilər və yaxud da hər kəs öz qrupunu da qiymətləndirə bilər. Onda real qiymət daha çıxır, daha tez, daha şəffaf olur. Nəinki belə deyək, müəllim konkret olaraq özü qiymət verəndə. Bu dövrdə mütləq diqqətli olmaq lazımdır. Bu aralıqda, yenə dediyim kimi, xarici motivasiya artıq daxili motivasiyaya çevrilir. Yeniyetməlik dövründə 14-17 yaş arasında, yəni 8-11-ci siniflərin motivasiyasını inkişaf etdirmək. Dərsi həyatla əlaqələndirmək lazım. Yəni, artıq uşaqlar bu dövrdə başlayırlar çox suallar verməyə. Yəni, bu gün öyrəndikləri biliyin onlara nə üçün yararlı olacağını bu yaş dövründə artıq, belə deyək də, özləri üçün araşdırırlar. Fərdi tapşırıqlar, seçim azadlığı. Yəni, uşağa deyə bilər ki, sənə hansı yönlə, yəni hansı üsulla sənə öz biliyini təqdim etmək daha rahat olar. Olur ki, uşaq olur ki, deyir, mən şəklini seçmək istəyirəm. Yəni, biz ona verə bilər ki, yəni, buyur, sən bildiyini, öyrəndiyini təsvir et. Olur ki, deyir, mən video təqdimat hazırlamaq istəyirəm. Olur ki, deyir, mən sadəcə PowerPoint-ə təqdimat hazırlayıb gətirəcəyim. Yəni, biz onlara seçim hüququ veririk. Bir də onların fikrinə hörmətlə yanaşmaq. Ümumiyyətlə, 11-ci sinif, belə deyək də, 8-dən yuxarı başlayaraq davam etdikcə,
Bu yaş dövrü uşaqları artıq müstəqil olurlar. Yəni onlar artıq müəllimlərə qiymət belə verə bilirlər ki, hə, filan müəllim daha yaxşıdır, filan müəllim özləri öz aləmlərində artıq belə deyək də yaxşını pisdən məcazi mənada deyim ki, yəni ayırd edə bilirlər ki, nə onlar üçün önəmlidir, nə onlar üçün yaxşıdır. Səncə bu necə olmalıdır sualları onları cəlb edir və motivasiya yaradır. Görürsünüz, burada bu necə olmalıdır, artıq o sualların növləri ilə bağlı götürəndə bu nədir? Onun fikrinə əsaslandırır, qiymətləndirir. Bloom taksonomiyasını ki, öyrənəndə, məsələn, sualları hazırlayanda öyrənmişdik, ən yüksək, yuxarı səviyyə. Həmin o necə olmalıdır, yuxarı səviyyədir. Mən burada bir əlavə də etmək istəyirəm ki, 17 yaşdan yuxarı motivasiya, burada təlim 4 tamamda bitəcək. Bir saniyə. Görüşün videosu paylaşılır. Aha. Bir dənə mən baxım. Kollec oxuyanlar üçün nələri məsləhət görə bilərsiniz? Mən qeyd edeyim ki, yuxarı mənim məsələn burada tələbələrimdən də var, universitet tələbələrindən də. Yəni onlar özləri qeyd edə bilərlər ki, mən onları necə motivasiya edirəm. Mən sizə bir şey qeyd edeyim ki, 17 yaşdan yuxarı ümumiyyətlə insanların öyrənməsi nə ilə əlaqədardır? Burada artıq vaxt nəzərə alınır. Vaxt, yəni önəmlidir. Mühitləri, yaşayış mühiti. Tam ki, bir müəllimi təlimə yazanda, o orada avtomatik öyrənmə prosesindən daha çox olduğu vaxtı müəyyən edir ki, bu vaxt mənə uyğundur yoxsa yox. Bu, mənim həyat şəraitimə uyğundur yoxsa yox. Bu yaş motivasiyasında belə deyim də, böyüklər üçün olanda praktik nəticələrə yönəlik olmalıdır. Yəni, bilməlidir ki, mən bunu öyrənirəm, nə tətbiq edəcəm? Kollecdə oxuyur talım tələbə, o öyrəndiyi fənnin onun həyatında hansı rolu oynayacağını bilməlidir. Yəni, bu fənni öyrənir, onun nəticəsində nə əldə edəcək? Yəni, orada diplom sözsüz ki, qiyməti sözsüz olacaq, amma onu tətbiq edəcəkmi? Yəni, burada peşə bacarıqları, bir də şəxsi inkişaf nəzərə alınmalıdır. Bayaq qeyd elədiyim kimi, vaxt məhdudiyyəti, ailə iş öhdəlikləri, effektiv motivasiya üsulları nələr ola bilər? Yəni, 17 yaşdan yuxarılar üçün müəllimənin qeyd elədiyi kimi. Uyğunlaşdırılmış öyrənmə olmalıdır. Uyğunlaşdırılmış öyrənmə nədir? Yəni, elastik öyrənmə də deyirlər ona, uyğunlaşdırılmış öyrənmə də deyirlər. Onlayn kurslardır, öz tempində təhsildir. Yəni, özü istədiyi vaxt. Məsələn, bilir ki, axşam saat 10-da belə bir saytlar var. İstədiyi vaxt açıb, məsələn, kursa, tapşırığa, dərsə başlaya bilər. Təcili tətbiq oluna biləcək biliklərdir. Yəni, təcili tətbiq oluna biləcək biliklər deyəndə nəyi nəzərdə tutulur? Məsələn, burada öyrənibdir, mən bunu öyrəndim, bunu mən tətbiq eləyə biləcəm. Öyrəndim, bir də 20 ildən sonra, ay, bu mənə lazım olacaq ya yox, bu belə yox. Məsələn, biz deyək ki, elə fənlər var, öyrənmişik, elə o öyrəndiyimiz yerdə də qalıbdır. Ona görə qiymət almışıq, bitibdir. Təcrübəyə əsaslanan öyrənmə olmalıdır. Yəni, təcrübə olunub, nəzəri olaraq öyrənilib qalmayıb, amma təcrübədən keçirilibdir, buna əsaslanıbdır. Bir də hörmət olmalıdır, hörmət və bərabər münasibət olmalıdır. Mən qeyd edeyim ki, hörmət və bərabər münasibət 17 yaşdan yuxarı, belə deyəndə, öyrənən insanlar üçün çox önəmlidir. Özüm sadəcə bir nümunə çəkəcəyimsə, məsələn, bir təlimdə olmuşdum, orada da, məsələn, təlim keçən gənc qız idi, amma auditoriyada müxtəlif yaş qrupları var idi, yaşlı müəllimlər də var idi, cavan da, qarışıq idi auditoriyada, qarışıqlıq var idi. Amma çox belə deyək, motivasiya aşağı oldu birdən-birə təlimdə. Nəyə görə? Çünki gənc müəllimlərdir, hələ auditoriyanı ala bilmir, aqressiv bir mühit yaranır. Müəllim, məsələn, yaşlı müəllimdir, görmür, onu çağırır ki, gəl burada bax, gör bu proqramda nə edir. O artıq hirslənir, əsəbləşir. İstər-istəməz orada hörmət məsələsi, balans pozulduqda artıq heç kim dinləmək istəmir. Sadəcə vaxtı gözləyir ki, bircə vaxt tamam olsun, mən qutarım təlimdən. Mütləq hörməti nəzərə almaq lazımdır. Olimpiyadalara qatılırlar. Mən sərbəst layihə olduqda deyirəm, ən yaxşı alınan layihəni paylaşsın və ən yaxşıları siniflə birlikdə seçilir. Uşaqlar daha maraqla hazırlanırlar, onda rəqabət girirlər. Aha. İndi davam eləyək. Yəni, yaş motivasiyası ilə bağlı düşünürəm ki, artıq bizə aydın oldu. Belə bir situasiya var. Deyir ki, gəlin bu vəziyyəti təhlil edək.
Əli deyir ki, dərsləri darıxdırıcı və maraqsız hesab edir və valideynləri onu dərsə getməyə məcbur edirlər. Əliyə görə dərs darıxdırıcıdır, maraqsızdır. Bir tərəfdən də valideynlər ona deyir ki, dərsə getməlisən. Yəni, bu ailəsinin uşaqları olanlar varsa, bunlar yəqin hal-hazırda bunu yaşayırlar bəzi dərslərdə. O, qrup işində komandaya qəti şəkildə qoşulmaq istəməyən tək şagirddir. Yəni, o birisilər hamısı qrup işində işləyirlər, amma bunun üçün maraqsız, qoşulmaq istəmir. Belə şəraitdə onu necə cəlb etmək və maraqlandırmaq olar? Müəllimlər, nə edərdiniz bu halda? Əliyə maraqsızdır dərs. Onu komanda kapitanı seçərdim. Afaq müəllimə komanda kapitanı eləyəcək. Aha. Üzərinə məsuliyyət qoyacaqsınız, yəni Afaq müəllimə. Əlini həvəsləndirmək üçün qrup rəhbəri. Aha, rəhbər edərdiniz. Başqa? Fikirlərinizi yazın. Təşrişdə onunla danışıb, maraqlarını, istəklərini nəzərə alaraq bir dərs onun istəyinə uyğun dərs tədris edərdim. Aha, yəni fərdi yanaşardınız ona. Onu təşkil işləyə, onun maraq dünyasına uyğun tapşırıq verərdim həvəslərini. Aha, fərdi yanaşardınız. Mən əvvəlcə söhbət edərdim, ona nəyin maraqlı olduğunu tapdıqdan sonra bir tədbir görərdim. Aha, yenə fərdi yanaşardınız. Aha, speç, zadanya, talab. Aha, xüsusi tapşırıq verərdiniz İlham müəllimə. Yəni, onu yenə fərdi xüsusiyyətlər nəzərə alardınız, fərdi yanaşmaq. Bir anlıq onu müəllim kimi görmək istədiyimi deyərdim. Aha, Şəlalə müəllimə qeyd edib. Özümə köməkçi yeni dərsi idarə edilməsinə lider kimi yanaşmağını deyərdim. Aha, bu da yaxşıdır. Fərdi olaraq onunla söhbət edərdim və tapşırıq verərdim. Əlinin niyə qrupa qoşulmaq istəmədiyini öyrənməyə çalışardım. Çünki problemi bəlkə dərslə deyildi, yoldaşları ilə. Aha, dərsə maraq yaratmaq üçün problemi soruşardım. Dərsi maraq yaratmaq üçün xüsusi tapşırıqlar verərdim, motivasiyasını artırardım. Problemini soruşardım, komandasını özü seçmək təklif edilsin. Sonunda hədiyyə və sertifikat təqdim etmək, esse yazdırardım. Məsələn, bir gününü təsvir et. Aha, maraqlıdır. O mənim şagirdimsə, artıq onu tanımalıyam. Belə uşaqların liderlik qabiliyyəti güclü olur. Aha, dəstək olmaq üçün. Gəlin baxağın, görənin. Düzdür, hamı demək olar mövzuya, belə deyək də, həmin uşağa, bu Əliyə dəstək olmağa çalışdı. Bəli, onun maraq dairəsini öyrənərdim, cavabını aldıq sizdən. Ona fərdi məsuliyyət və azadlıq verərdim. Fərdi məsuliyyət, bu müəllimlərimiz qeyd elədilər ki, yəni mən onu rəhbər lider seçərdim. Bu da aiddir, düzdür. Görün, burada nə yazmışsınız? Bir şagirdim viktorin etdikdə qoşulmaq istəmirəm dedi. Mən də onu özümə köməkçi etdim. Sonunda o da qalib qrupdaydı. Əla. Yəni, sizin burada dediyimiz kimi bizim cavablarımız elə burada özünü göstərir. Yəni, onu qrup içində fərqli rol verin. Uğur hissini yaşatmaq, valideynlərlə yanaşmanı dəyişin. Özü qatılmaq istədi yarışda. Aha, əla. Demək olar, müəllimlərimiz hamısı doğru seçim etdilər. Şəbnəm xanım, buyurun. Aytaç xanım bir sual ünvanlayıb. Şagirdi məcbur etmək doğrudur? Bir saniyə. Şagirdi məcbur etmək doğrudur. Şagirdi məcbur etmək yox, həvəsləndirmək lazımdır. Yəni, bayaq dediyimiz kimi, məcbur etsək də, yəni o məcburən oturacaq qrupda belənçinə baxacaq. O məcburiyyət özünü doğrultmayacaq. Amma biz onu həvəsləndirsək, bizim qayıtdığımız kimi burada. Yəni, ona maraq dairəsinə uyğun, fərdi tapşırıq versək və yaxud onun üzərinə məsuliyyət qoysaq, müəllimlərin dediyi kimi ki, sən lidersən, sən rəhbərsən, səndən asılıdır qrup və yaxud onu özümüzə köməkçi götürəndə o özünü çox önəmli, vacib hiss eləyir, onda ruh yüksəkliyi yaranır, motivasiyası artır.
Yenə də bunlar xarici motivasiyadır, amma o yavaş-yavaş müəyyən müddətdən sonra daxiliyə keçir. Yəni mövzu onu maraqlandırandan sonra, 1-2 dərsdən sonra artıq belə deyək, o özünü önəmli hiss eləyir. Yəni məcburən deyilən bir şey yoxdur. Məcbur elədiyiniz elə məcbur. Sizə bir işi məcburi gördürə bilərlər? Xeyr. Görəcəksiniz, məcburi. Yəni o sizin üçün önəmli olmayacaq. Bir müddətdən sonra belə deyək, onu görməyəcəksiniz. Uğur hissini yaşasaq böyük bir ruh yüksəkliyi yaranacağına əminəm. Bəli. Özünə inam yaradar. Aha, doğrudur cavablarınız. Yəni bu situasiyanı düz belə deyək, hamınız şərh etdiniz. Bizim belə bir belə deyək videomuz var. Gəlin bir yerdə baxalım. Mən indi sizə ola bilər rus dilində olduğuna görə biraz yəni kömək edəcəyəm tərcümə hissəsində də. Yəni baxağın görəyən xaricdə belə bir müəllim var. Yəni o dərslərində nə edibdir? You, sir, are an amazing student. Aha, müəllim öz uşağına deyir ki, burada sən deyir çox yaxşı şagirdsən. Are an amazing student. Deyir ki, bu müəllimə baxın, o öz uşaqlarına qarşı öz uşaqları ilə necə ünsiyyət qurur. You're very funny. You're very smart. You Sən deyir çox şənsən, çox bir saniyə. Aha, sən çox şənsən, çox ağıllısan. very smart. You do a great job every day. Aha, sən hər gün yaxşı işlər And you etməyə make davam everyone edirsən. laugh because you're so silly. Sən deyir, Thanks for being a ətrafını great student. güldürürsən. You're welcome. Çox sağ ol ki, sən belə sinifdə belə bir şagirdsən də. Yəni sən buna görə təşəkkür edir şagirdə. Deyir ki, Chris Ulmer uşaqlara yaxınlaşır, yəni onların tələbatlarını nəzərə alıb tədrisə yanaşır. Gəlin baxalım onun yanaşmasına. Aha, deyir ki, səhər o başladı 10 dəqiqə ərzində uşaqlarla belə deyək 5 əldə necə deyim, biz gəlib uşaqlar ki, salamlaşanda belə indi o fikrimi çatdıra bilsəm. Əlləri ilə salamlaşmağa hər gün deyir 10 dəqiqə 10 dəqiqəsini bir gün səhər uşaqlara 5 əl verməklə başladı. Gəlin baxalım davamına. I love having you in my class. Aha, deyir ki, mən çox şadam ki, sən mənim dərsimə gəlmişsən. Səninlə dərsim I çox think you're very əyləncəlidir. funny. I think you're amazing. I think you are brilliant. Deyir, mən sən çox ağıllı oğlansan. Aha, mən fikirləşirəm ki, sən çox ağıllı oğlansan I think everyone in here loves you. və səni burada hamı çox sevir. Great job. 5 əl də, yəni burada biz nə deyirik uşaqlara, gəlib bir-birinə salamlaşma 5 əl verir. Aha, deyir ki, bir neçə həftə keçdikdən sonra əllər çak edirik deyirik. Aha, yaxşı, gəlin çak edək götürək. Aha, deyir ki, belə bu bir neçə həftə davam etdikdən sonra uşaqlar bir-biri ilə başladılar, belə deyək də, bunu davam etdirməyə, nailiyyətlər əldə etməyə, bir-birinin uğurlarına öz uğuru kimi sevinirlər. Bir-birini heç vaxt incitmirlər və çalışırlar bir-birinə, sinif yoldaşlarına kömək etsinlər. Aha, burada belə bir fikir deyir ki, yəni nifrət deyir, sonradan qazanılmışdır. Amma sevgi isə təbii hissdir. Yəni sonradan qazanılmış davranışdır. Sevgi isə bu təbii hissdir. Yəni o özü formalaşır, amma biz nifrəti isə formalaşdırırıq. İndi uşaqlar ona deyir, sən çox yaxşı müəllimsən. Aha, bu videodan da gördüyümüz kimi, yəni biz uşaqlara nə veririksə, onu da alırıq. Aha, İradə müəllimə söz demək istəyir. Buyursun İradə müəllimə. Aha. Əgər sözümüz yoxsa, biz bu videonu gəlin belə deyək də, İradə müəllimə buyurun. Əgər sözünüz varsa deyin. Mikrofonunuzu aça bilərsiniz.
Yox, müəllimə, siz o sözü deyirdiniz, ona görə mən o işarəni qoydum ora. Aha, əla. Deşdik. Aha. Deməli, videodan da gördüyümüz kimi biz deməli o sevgi hissini belə deyək də üzə çıxarda bilərik, amma nifrət hissini isə formalaşdıra bilərik. Gəlirik nəyə? Müəllimlərin motivasiyada roluna. Müəllimlərin motivasiyada rolları nədən ibarət? Ümumiyyətlə, müəllimlərin motivasiyada rolu çox önəmlidir. Çünki şagirdlərin belə deyək də real olaraq öz təhsil həyatlarında onlara dəstək verən, istiqamət verən, belə deyək, şəxsiyyətin formalaşdırandır müəllim. Bir müəllim istəsə bir şagirdin şəxsiyyətini məhv edə bilər və yaxud da onu inkişaf da elətdirə bilər. Gələcəyində çox böyük rol oynayır. Bayaq biz buna toxunmuşduq. Gəlin baxalım bir-bir bunların hamısının izahına. Pozitiv münasibət və əhval-ruhiyyə. Ümumiyyətlə, belə deyim, pozitiv münasibət və dəstək şagirdlərə özlərini qiymətli və güvəndə hiss etdirməyə kömək edir. Yəni, əgər biz onları pozitiv görürsünüz, bayaq videoda nə idi? Müəllim dərsinin 10 dəqiqəsini ona ayırdı ki, yəni bir gün 10 dəqiqəni ona ayırdı və uşaqlarla səmimi, hər bir uşağı bir-bir təriflədi, ona əl verdi. Müəyyən müddətdən sonra o sevgi yayıldı. Uşaqlar bir-biri ilə də mehriban oldular da, bir-birinə görüb stolu atmaq, bir-birini döymək yox, bir-biri ilə əl vermək. Yəni, bu səmimi münasibət nə etdi? Yayıldı, özlərini güvəndə hiss etdilər, özlərini dəyərli hiss etdilər. Yəni, biz videodan gördüyümüz qədərilə. Sonra həvəsləndirici və ilhamverici liderlik. Bu da nəyə gətirib çıxarır? Doğru addım atmağa. Müəllimlər sadəcə məlumat ötürmürlər. Onlar həm də şagirdlərə nə edirlər? Gələcəklə bağlı məqsədlərini görməyə, doğru addımlar atmağa kömək olurlar, dəstək olurlar. Fərdi yanaşma. Bayaq dediyimiz kimi, nümunə çəkdiyi vəziyyəti göstərdi ki, əlin həvəsi yoxdur, valideyn məcbur edir və s. Bu halda nədir? Biz onun fərdi yanaşırıq ki, güclü tərəflərini müəyyən eləyək. Əgər biz onların şagirdə güclü tərəflərini müəyyən etməyə, güclü tərəflərini tapmağa kömək etsək, nə olacaq? Özünə başlayacaq xüsusi diqqət göstərməyə. Çünki öz tərəfini bilir ki, mən bunu, məsələn, bu mövzunu öyrəndikdə bunu, ümumiyyətlə, bu mövzu ilə bağlı mənim güclü tərəflərim budur. Burada özümü belə göstərə bilərəm. Nə zaman bizim üçün hansısa bir mövzu maraqsız olur? Orada özümüzü tapmayanda, onunla bağlı bir fikrimiz olmayanda, onunla bağlı o işin öhdəsindən gələ bilmədikdə o bizim üçün maraqsız olur. Amma hansı ki işin öhdəsindən gələ bilirik, həmin mövzu bizim üçün maraqlı olur. Yəni biz güclü tərəflərimizi orada göstərə bilirik. Əməkdaşlıq və komanda işi çox önəmlidir. Mən həmişə qeyd edirəm ki, bu əməkdaşlıq çox önəmlidir. Yəni, bilikdən də, bacarıqdan da önəmli əməkdaşlıqdır. Əgər qrup şəklində biz işlədiriksə, əməkdaşlıq etmək fürsəti veririksə, uşaqlar başqaları ilə gələcəkdə işləməyi də öyrənirlər. Yəni, kollektiv münasibətə, kollektiv mühitə öyrəşirlər əməkdaşlıqla, komanda işində. Komanda işinin nəticəsində də böyük işlər görmək olur. Belə deyim də, biz komanda işi sayəsində çox uğur əldə edə bilərik. Hal-hazırda tətbiq olunan layihələrə fikir versəniz, yarışlara, müsabiqələrə, komanda işlərinə böyük rol verirlər. Məsələn, rəqəmsal bacarıqların özünün kod saatı var ki, hansı ki, kod saatının sonunda komanda işi qiymətləndirilir. Və yaxud da saf sistem layihəsi tətbiq olunur, keçirilir məktəblərdə. Həmin o saf sistemdə nə edirlər? Yəni, sonunda komanda işi götürülür. Yəni, fərdi iş deyil, komanda işi önəmli sayılır. Və bu nəyə görə tətbiq olunub bizim komanda işimiz? Əvvəllər biz, belə deyək də, komanda işi məcburiyyətdən keçirirdik. Çünki bizə, belə deyək də, yeni təlim texnologiyalar gətirildikdə biz mövzunun ağırlığı ilə, mövzunun uzunluğu ilə, həcmi ilə komanda işini uyğunlaşdıra bilmirdik. Amma sonradan belə beynəlxalq səviyyədə yarışlara qatılanda gördük ki, sən demə bizə komanda işi çox lazımdır. Bizim uşaqlarımız komandada işləməkdə çox zəifdirlər. Yəni biz, mən gördüyüm qədərilə ki, yəni məktəblərin çoxu ilə əlaqəm olub, gördüyüm qədərilə də, yəni uşaqlar komanda işində zəifdirlər. Aha. Fatma müəllimə burada videonu şərh edibdir, çox sağ olsun.
Keçirik hansına? Motivasiya texnikaları və oyunları. Motivasiya texnikaları və oyunları nədir? Bunlar da yenə bizim gəlir nəyə? Biz hansı oyunlardan inkişaf etdirmək üçün hansı oyunlardan istifadə edə bilərik? Hansı texnikalardan, texnika deyəndə, yəni hansı texnologiyalardan, üsullardan istifadə edə bilərik? Bayaq mən onlara toxunmuşdum. Məsələn, problemli təlim olsun, konstruktiv təlim olsun, layihə əsaslı təlim olsun. Bunlar vasitəsilə biz onları həvəsləndirə bilərik. Məsələn, tədqiqat xarakterli bir tapşırıq verə bilərik. Yəni, şagird onun vasitəsilə inkişaf edə bilər. Hədəf qoyma və müsbət əks əlaqə. Hədəf qoyma, yəni biz qarşıya məqsəd qoyuruq. Həmin məqsədi reallaşdırmaqdan ötürü, həmin məqsədə çatmaqdan ötürü uşaq hansı gedir, işləri görür, gəlir və biz ona müsbət əks əlaqə verməliyik. Mənfi yox, müsbət əks əlaqə. Və mən qeyd edim ki, xarici yarışlarda, xaricdə keçirilən şagirdlər üçün təhsil yarışlarında sonda əks əlaqə verilir. Hər bir uşağa yarışın sonunda, belə deyək, komandaya mütləq geri dönüş olaraq bir test blank verirlər ki, yəni bu yarışda iştirak etdiyinə görə təşəkkür edirik. Əgər yer tutmayıbsa belə də onun güclü tərəflərini qeyd edirlər. Bu yarışda sən filan şeylərdə uğurlu idin. Bu yarışda filan şeylərdə bu iş tam çatışmayan cəhətləri qeyd olunur ki, bunları düzəltsəydin əla olardı, sən birinciliyə layiq idin. Yəni mütləq qarşıya qoyulan məqsəddən sonra müsbət əks əlaqə vermək önəmlidir. Çətinliklərlə başa çıxmaq bacarığı. Yəni biz səhvlərin üzərində öyrənirik. Yəni səhv etmək elə bir, yəni belə deyək də, mütləq deyir ki, hər şey doğru, dürüst desin. Mən qeyd edim ki, özü səhv etdikdə, öyrəndikdə o daha çox yadda qalır. Nəinki hər şeyi düz öyrənib getdikdə o yaddan tez çıxır. Gəlin belə bir situasiyamız var yenə. Şagird özünü zəif hiss edir və düşünür ki, o bu dərsi öyrənə bilməz və ya digər uşaqlardan geri qalır. Bu motivasiya azlığının əsas səbəbidir. Gəlin baxalım görə, indi burada nə edərdiniz? Yəni, şagird özünü zəif, düşünür ki, mən zəifəm bu fəndən, heç nə öyrənə bilməyəcəm, uşaqlardan da geri qalırlar. Bu halda nə edərdiniz? Motivasiya etməliyik. Hakatonda bəzi şagirdlər yer tutmasalar belə hamısının yazı itdi. Hamısına diplom verilmişdi, həqiqətən sevinirlər. Bəli. Yəni, baxmayaraq ki, yer tutmurlar, o artıq ora qatılıbsa, orada iştirak edirsə, o artıq özü bir uğurdur. Yəni, bu da müəllimlərin belə deyək, səyin nəticəsidir ki, yəni onlar hakatona həvəslə qoşulublar. Ona öyrənmək üsulları ilə bağlı məsləhət görərdim. Aha, cütlərlə iş verərəm. Bu uşaq zəif, özün zəifsə, düşünür ki, mən zəifəm, heç nə öyrənə bilmərəm. Dərsi onun maraq və tələbatına uyğun qurmaq olar, digər şagirdləri də nəzərə almaqla. Aha, yoldaşı ilə fikir mübadiləsi aparar. Yoldaşı ilə fikir mübadiləsi aparardı, bilmədiyini itdi. Aha, aparardı, bilmədiyini öyrənərdi. Turan müəllim qeyd edib ki, dərsi bir neçə hissəyə bölmək, həmin hissələrlə bağlı suallar qoymaq və həmin sualların cavablarını şagirddən almağa çalışmaq və sonda sən bacara bilirsən, biraz cəhd etməlisən motivasiyasını vermək. Mən də sənin kimi idim, uşaqlıqda amma ruhdan düşmədim, indi müəlliməm deyərdim. Əla, kimdir? İradə müəllimə. Aha. Nə gözəl. Bu halda yaxşı oxuyan şagirdin onunla məşğulunu xahiş edər. Aha. Ona sərbəst işlənməyə saat ayırıb yenidən izah edərdim. Ona bacara biləcəyi tapşırıqlar verib həvəsləndirərək. Məncə bu düşüncənin səbəbi bəzən müəllimlər olur. Çox təəssüf ki, bəzi müəllimlər uşaqları təhqir edir. Poysan, heç nə edə bilmirsən və s. Uşaq da öz yönünü. Bəli, sizinlə razıyam bu. Yəni, müəllimin rolu önəmlidir. Var belə şagirdlər beyninə yeridir ki, həmin dərs üçün tədqiqat xarakterli tapşırıq verərdim və mükafatlandırardım. Aha, dərsi onun başa düşəcəyi səviyyədə asta səslə əlavə izah edərdim və dərsə aid sual qurmağı istərdim.
Fərdi yanaşaram, anlamadığı yerləri izah edərəm. Aha, özgüvənsizliyi aradan qaldırmaq. Bəli, özünün güvənsizliyi. Aşağı siniflərdə yaxşı oxuyan şagirdə zəif oxuyan şagirdlə və məşğul olmağı tapşırmaq olur. Aha, güclü tərəflərini izah edib əşleşliyini tamamlamaqla yoldaşlarla birləşib kömək edərdi. Aha. İndi davam edəyəm. Bu halda nə etmək lazımdır? Hər birinizin qeyd elədiyi kimi fərdi yanaşma tətbiq etmək lazımdır. Kiçik addımlarla irəliləməsini təmin etmək lazımdır. Bayaq burada hansı müəllim qeyd etmişdi? Yəni mən ona dedi, hissi isə Turan müəllim səhv eləmirəmsə demişdi ki, yəni hissələrə bölüb hissi izah edərdim. Səhvləri öyrənmə fürsəti kimi təqdim edin. Aha, bəli, fərdi yanaşmaq. Niyə bacarmayacağını düşündüyünü soruşardım. Bu istiqamətdə ona əlimdən gələni etməyə hazır olduğunu, nə zaman istəsə mənə güvənib mənə yaxınlaşa bildiyini deyərdim. Aha, bacardığına inanardım. Burada yenə nədir? Fərdi yanaşmadır. Yenə də şagirdin irəliləməsinə müəllimin köməyidir. Ki, yəni belə hallarla da qarşılaşırıq və səhvləri qeyd etdiyim kimi, səhvləri onlara öyrənmə fürsəti kimi təqdim etmək lazımdır. Daha bayaq hansı müəllim qeyd eləmişdik, tupoysan, bilmirsən və s. belə etmək olmaz. Təəssüf ki, edənlər olur, yəni olmaq düzgün deyil. Biz yanaşmamızı dəyişməliyik və yaxud da kənardan aldığımız hansısa bir negativi şagirdə onları deyərək özümüzü rahatlatmamalıyıq. Gəlin belə bir situasiya var, yeni üçüncü situasiyamız. Bəzi şagirdlər dərsdə fəal iştirak etmək istəmirlər. Onlar dərsləri monoton və faydasız hesab edirlər. Buna görə də dərsə maraq göstərmirlər. Bu halda nə edərdiniz? Yəni şagirdlər fəal istəmirlər də. 7-ci sinif şagirdlər artıq onlar müstəqil həyat istəyirlər. Dərsləri monoton və faydasız, daha doğrusu 8 götürək bunu. Buna görə də dərsə maraq göstərmirlər. Bu halda nə edərdiniz? Ən əvvəl şagirdin güvənini qazanmaq lazım. Aha. Bu vəziyyətdə nə edərdiniz? Dərs zamanı onları özümə köməkçi seçərdim. Aha. Rollu oyunlar təşkil etmək olar. Qrup işi keçirərdim. Esmira müəllimə yazıb. Həvəsləri yoxdur. Oturub gözləyirlər ki, müəllim Mirzə dərs qutarsın. Bu öyrənəcəyi mövzunun ona real həyatda harda işinə yarayacağını izah edir. Aha, yaş motivasiyasına uyğun Aytac müəllimə qeyd elədiyi kimi. Sağlam rəqabət hissi aşılamaq. Hədiyyəli yarış keçirərdim. Gərək Esmira müəllimənin dərsinə qoşulaq. Onlardan dərsin necə keçmək istədiklərini soruşardım. Daha çox rollu oyunlarla maraqlı edərdim. Dərsdə həmin şagirdləri rəqabətlə çağırmaq. Dərsdə ona idarəçilik tapşırılsın, müəyyən interaktiv tapşırıqlar versin, növbəti dərsə nə isə hazırlayıb gətirməsi tapşırılsın. Aha, üzərinə məsuliyyət qoyardınız. Sağlam rəqabət. Davam edəyim. Deməli, bu halda sorğu və suallar vasitəsilə cəlb etmək lazımdır uşaqları. Bayaq mən sizə dedim, Sokrat dialoqu. Yəni, sizin üçün maraqlı olsa, o haqda araşdırarsınız bir, yəni dərslərdə tətbiq edə bilərsiniz. Sorğu və suallar vasitəsilə uşaqları cəlb etmək. Yəni, bilirik ki, sual ən inkişaf etdirici vasitədir. Müəllimin ən uğurlu, belə deyək də, nağarası silahıdır ki, yəni sualla biz cəlb edə bilirik. Şəxsi məqsədləri müzakirə etmək. Yəni, məqsədi müzakirə edirsən, rollu oyun qurardım, şagirdlər müəllimin yerinə keçərdi, dərsi necə quracağını öyrənərdim. Aha, bu da effektli üsuldur, yəni bundan mən özüm istifadə etmişəm, effektlidir. Şəxsi məqsədləri müzakirə edərdim, təcrübə ilə öyrənmə. Bəli, təcrübə ilə öyrənmə, bayaq dediyimiz kimi praktik yönümlü və yaxud da şəxsi məqsədləri müzakirə edərdik ki, yəni məqsədin nədir? Yəni ona izah etmək lazımdır ki, bu sənə nə üçün lazımdır? Harada tətbiq edəcəksən, o bayaq bizim yaş motivasiyasını nəzərdən keçirəndə baxmışdıq.
Beləcə, müəllimlər, yavaş-yavaş gəldik, biz çatdıq təlimimizin sonuna. Sonunda sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, bu təlimdə iştirak etdiniz. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Hal-hazırda mən burada 95 nəfərdir. Çox sağ olun. Yəni, dəyərli vaxtınızı ayırdınız. Bu sizin motivasiyanızdır. Bu sizin marağınızdır ki, siz burada bu 2 saatı, belə deyək, mənimlə birlikdə başa çatdırdınız. Sualınız, təklifiniz, istəyiniz. Buyurun, chatda yaza bilərsiniz. Aha, Əfsanə müəllimə yazıb bitməsini istəməzdim. Çox sağ olun. Siz sağ olun. Gülnarə müəllimə, siz sağ olun. Gülnarə müəllimələr, Gülnarə adları çoxdur burada. Elza müəllimə sağ olun. Almaz müəllimə sağ olun. Maraqlı təlim üçün minnət. Buyurun, siz sağ olun. Sizdən də Əsma müəlliməm. Mənim İnşallah davamlı olar. Hər şey üçün əla motivasiya verdiniz. Təşəkkür ederim. Buyurun, sağ olun. Elə motivasiya verdiniz ki, dərsin bitməni istəmirik. Davam edə bilərik. Aha, çox maraqlı oldu. Əsma müəllimə, buyurun, sağ olun. Səbinə müəllimə, siz sağ olun. Buyurun, Aysel müəllimə, Nateyla müəllimə, buyurun. Kəmali müəllimə, buyurun. Çox maraqlı oldu bizlərə. Əla, çox sevindim ki, yəni sizi belə motivasiya edə bilmişəm. Xoş oldu mənim özümə. Buyurun, siz sağ olun.